İkinci hissə. Xəzinə üstündə yatan ilan. 1-ci bölüm. Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm yola düşər düşməz o konverti işarə eləyib sənədi oxu dedi. Səməd oxudu. Kürəyimdə dünya ağırlığında bir yük var. Gəl götür üstümdən. Heç olmasa biraz rahatlanım. Gəlməsən, bəlkə də məni görməyəcəksən daha. Müslüm cır at dedi. Qayda belədir. Səməd kağızı konvertlə birlikdə xırda-xırda cırıb pəncərədən küçəyə sovurdu. Sonra isə harda, nə vaxt yuxuya getdiyini bilmədi. Uşaqlıqla ilk gənclik arasında əzəlləri təzə-təzə daşlaşdırmağa başladığı çağlarda sarı yerdəki həmən göl dibində qara camış qıllı qıybalı ilə, qudalların ciy şeytan yığnağı ilə vuruşurdu. Yusif kimi gözəl Yusiflə Məmməd Xələf Zaldan başqa Müslüm də Boz Pobeda ilə birlikdə orada, suyun altında idi. Ruldan qoşu əlli tutub səni çağırır deyirdi. Eşitmirsənmi? Çağırır deyirdi. Amma daş əzələlər əskiyə dönmüşdü. Qaracamışın qıllı qollarının, ciy şeytan yığnağının əyiş-üyüş qaraltılarının arasından çıxmaq mümkün değildi. Müslümün təkidli səsindən, göl dibinin uğultusundan başqa Səməd öz xırıltısını eşidirdi. Və başa düşürdü ki, biraz da belə getsə boğulacaq. Odur ki, son gücünü toplayıb qeybalının döşünə təpik vurdu. Və bu təpiklə də yuxudan canını qurtardı. Nəfəsi qaralırdı. Ağrıdan başını tərpədə bilmirdi. Radioda bir-birinə qarışan dalğaların çatıltı-patıltısı qulaqlarını deşirdi. Çatıltı-patıltısı kəsiləndə mühacir aşıq cavanın səsi eşidildi. Xoca Əziz, sənə qurban. Ağlama oğul, ağlama. Ağlama Məsim, ağlama. Səmədə elə gəldi ki, Müslüm bu verilişi məhz onun üçün tutub. Üz gözünü əydi. Əmimin evində o qədər ağlamışam ki, ömrümün axırınacan yaş çıxmaz daha gözümdən dedi. Müslüm yanakı baxıb sərnişinin üzündə nə gördüsə, dərhal radionu söndürdü. Bağışda, çatmışıq. 10 cunqurt daladım dedi. Və Səməd ancaq indi anladı ki, maşındadır. Çatdıqları yer isə Bakıdır. Ərnik qır qoxusu ilə dolu, ala-tala işıqlı, dar bir küçə ilə üzü aşağı enişə gedirlər. Pencəyi arxadan, oturacağın söykəyindən sürüşüb, sağ budunun altında əzilmişdi. Sağ əli də budunun altında qalıb, keyiyib, tamam hərəkətsiz ət parçasına çevrilmişdi. Elə hərəkətsizdi ki, barmaqlarında gizilti olmasaydı, Səməd iflic gümanına düşərdi. Ovuşdurub silkələyib maşının ora-burasına çırpıb əlini hərəkətə gətirdi. Və indicə hiss etdi ki, gözlərinə qord olub, baxışı dumanlanıb. Avariya günü saqqızın altından kəndə doğru gedəndə ayağının altından yer necə çökəlib dəniz kimi qaralıb dalğalanırdısa, ərnik asfalt yol da eləcə dalğalanırdı. Əlini Müslümün biləyinə atdı. Müslüm, aptek tap, qan təzyiqindən ötürü bir şey tap. Başımın ağrısı kəsməsə, bu vəziyyətdə heç yana çıxanmaram. Gözümə qaranlıq çökəcək indi. Müslüm maşını qırağa verib saxladı. Oturacağı qara daş cildləri yada salan qara padnos, padnosun üstünə isə qranyonlu stəkan qoydu. Sultan əminin termosunu oturacağın dalındakı cibdən çıxarıb çay tökdü. Müharibədən sonra Rik atamalının astırdığı əlillər emalatxanasında hazırlanıb, şəhərdə və vağzallarda satılan saçaqlı konventdən birini çıxarıb, parçalayıb stəkanın böyrünə qoydu. Hələ bir bunu iç, aptek qaçmır dedi. Sultan əminin termosu ilə samavarın lüləsindən indicə düşmüş kimi qaynar, ədviyyatlı çay da, saçaqlı konfet də Naxçıvan səfərini o nadan yelbeyin ərköyünü xatırladırdı. Çoxmu keçmişdi o vaxtdan? O 46-cı il oktyabr, bu 54 avqust. Düşündü ki, ilahi 8-ci ildə insan nə qədər dəyişərmiş. Köməyə, yük götürməyə çağıran əmi də dəyişmişdi. Acizləşmişdi, güzəştli olmuşdu. Gözlərini yumub, qaynar çayı üfürə-üfürə, qurtum-qurtum içdi. Tök, bir də tök dedi. İkinci stəkanı konfeti içəndə başa düşdü ki, bu çay deyil, ədviyyat da deyil. Nəsə başqa şeydir. Gözlərini açıb Müslümə baxanda isə hiss etdi ki, daha nə ağrı var, nə də qaranlıq çökmək təhlükəsi. Təəccüb içində Səməd uşaq kimi sevindi. Bu nə day fırıldaq, nə verdin mənə? Müslüm güldü. Aptek lazım deyil ki. De görüm nədir axı bu? Sultan Mamedoviç dirilik suyu deyir buna. Yemişən suyudur. Təzyiqi o dəqiqə götürür. Doğrudan da dirilik suyudur yemişən. Qarışığı da var. Onu da bir Allah bilir, bir də Xızırabı. Deməli, ha bu düzəldib.
Müslümün üzündən gülüş çəkildi. O ilə avariyadan 2-3 ay qabaq risk eləmişdi abı. Ermənilərin təzə-təzə qızışan qan-qan deyən vaxtı Göyçəyə getmişdi. Oradan bizim qoyun gözü dediyimiz jenşen meyvəsi gətirmişdi. Jenşen kolunun boyu bir qarışdı. Meyvəsi elə yemişəninki təkidir. Məncə odur bu. Kökü deyil. Kökünü toxunmuruq biz. Çünki müqəddəs sayılır. Köksünü ötürüb birdən-birə heyif. Heyif Göyçəmizdən. Belə də ədalətsizlik olar ki. Qardaş olub Hayıstan Azərbaycan, torpağını versin qardaşına, özü getsin Muğanın duzlaqlarına, Sibirin şaxtasına. Aşıq Hüseyn Cavanın konsertini bu vaxta salırlar həmişə, ay Səmi. Niyə? Şər qarışandan sonra adam onsuz da qəmlənir. Bir yandan bu, ağlama oğul, ağlama. Necə ağlamayım? Müqəddəs dağlarımda müqəddəs dərmanlarım, sağlamlığım gedib. O vaxtdan Sultan Məmmədoviçi saxlayan elə budur. Yemsən hara, jenşen hara. Yer yurd əldən gedəndə dil də gedir. Sultan Məmmədoviç deyir, yıya jı deyən Qazaxlarda. Rus Qazaxdan alıb bu jenşen kəlməsini. Arvadının adına da jenşen qoyub. Onu da jenşina eləyib. İndi bax gör Göyçə nədir, yemsən nədir, jenşina nədir. Səməd astadan yaxşı bəsli dedi. Bilirəm, alimlər yanında oturub alim olmusan, amma adi şeyi qalmırsan, jenşina. Sevinç getdi. İniltili xəstə əminin evindən nifrətlə qaçan sərxoş nadanı xəcalət təri bastı. Müslüm günahkar kimi xeyli susub, sonra birdən danışmağa başladı. Qurbanın olum, köpud olma. Abı da danlayır məni. Qiyabi oxuyursan, ali təhsil alırsan. Dilindən söz çıxanda fikirləş də, ay oğul. Deyirəm, ay baba, bütün o tay bu tay Azərbaycan dərman deyir, dərman eşidir. Nə böyük xəta edirəm ki, hər dəfə dərmana gəlmişəm deyəndə bu qədər danlayırsan. Deyir, evimiz elə onda yıxılıb ki, o tay bu tay Azərbaycan da dərman deyir, bütün Türkiyədə, Türkmənistan da, Özbəkistan, Qırğızistan da, Tataristan da, Başqırdistan, Göyoğuz, Uyğur filan da. Bir fikirləşən yoxdur ki, yemşən deyil bu, yemşən suyu deyil, yemsəndir, yemsən. Bu kəlməni sənin dilinə verən bədbəxt dərmən deyib, yəni dərirəm. Budur, bax, qaynadıram, tökürəm termosa, aparırsan sultanım içir, 2 dəqiqəyə qan təzyiqi düşür. Sən də fikirləşirsən ki, bax, bu Xızır abı nə müdrik adamdır. Mən deyiləm müdrik, ayğol. Sənə yem yaradıb, yemsən deyəndir. Tanımırsan sənə yem yaradanı. Səməd termosa baxırdı. İndi o biraz günahkar kimi idi. Belə çıxır ki, çay adına kişinin dərmənini içmişəm həmişə. Təhkimçilikdən qaydanda Xeyri arvadın samavarını gözləməzdim. Bu termosun üstünə cumardım. Eşəkliyə bax, öldü mü? Allah eləməsin. Bundan bilirsən nə qədərdir? Müslüm oturacağın dalından termosun yanından büzməli torba çıxartdı. Büzməsini aralayıb ovcunda quru yemsən, jenşen göstərdi. Budur ha, Xeyri arvadda da var bundan. O taydan gətirib vaxtı ilə. Boğça çiçəyidir, qaymaq çiçəyidir, bir də budur. Xarab olmur, istəyir 100 il saxla. Sultan Məmmədoviçin kabinetində stolun sirmələrinin hansını açsan elə yemsəndir. İsti-isti içəndə 2 dəqiqəyə sağaldır. Soyuq içəndə isə biraz gec təsir eləyir. Damarı genəldir, qanı durulaşdırır, başda ağrını götürür, qaraciyərə ödə xeyir eləyir. Nə bilim özgə neynir. Dam direktor Ələsgər müəllimin arvadı Sestro Çudo deyir buna. O da bilir. Dam direktorunun da baş ağrısı var axı. Rəhmətli Mədəd əmi boğulanda elə bilirdi sinəgir astmadı. Atam da onda lap pisindən idi. Yəni heç görməyibsən? Yox. Mədəd əminin sağlığında KGB yaman çəkirdi abını. O yan bu yana dartırdı. Abu da məcbur idi, aralı gəzirdi Sultan Məmmədoviçdən. Bizim evə telefonu o vaxt qoydurdu Sultan Məmmədoviç. Gecələr o cəlladla danışandan sonra elə ki görürdüm rəngi dəyişib, əli də boğazındadır, o dəqiqə xotlayırdım maşını. Emadin idi onda. Elə gedirdim, elə qaydırdım. Kəsə yolda şaxa budağa çarpılmaqdan o gördüyün qara emadin bomboz bozarırdı. Yarımca saatı gedib gətirirdim Mədəd əmini. Qapıdan girən kimi sappadan sağ eləyirdi Sultan Məmmədoviçi. Əmgəyini ülgüzlə çərtirdi. O vaxt cibində ülgüz gəzdirirdi Sultan Məmmədoviç. Bir ülgüz də Mədəd əminin cibində idi. Yanğısı kəsməsə də Səməd daha içə bilməyib stəkanı padnosa qoydu. Xəcalətinə, narahatlığına hiddət qarışmışdı. Mən hələ təzə-təzə qanıram Mirqəzəb kimdir. Burada partiya məktəbində yoldaşlarım deyirdilər, gecələr eksemasının gicişiyi şiddətlənir. Güya elə ona görə səhərə qədər zəng eləyir, zəhərləyir hamını. Hələ çox adam tanımır onu Müslüm. Yaxşı oldu çağırdığınız məni. Görmək istəyirəm bu qədər qan qırğından sonra necə oturur müttəhimi kürsüsündə. Niyə sürmürsən? Məncə propusk zad yazdırmaq lazım olacaq. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Sür. Müslüm tərpənmədi. Dayandıqları yerdə küçə genişdi.
Hündür dəmir dirəklərdə sərt işıqlı lampaların qoşa cərgəsi uzanırdı. Tək-tək maşın keçirdi. Səkilərdə başları, yaxaları açıq tərli adamlar tərpənişirdilər. Müslüm gah maşınlara, gah adamlara baxsa da, puçurdan təzəcə çıxmış yarpaq rəngində xırdaca gözlərindən görünürdü ki, fikri ayrı yerdə idi. Səməd, söhbət var. Mən bilirəm həyatınız, mühitinizdir sizi sarsıdan. Amma əlacım yoxdur. Ciddi söhbətim var səndən. Əmimə bir şey olmasın. Yox, nə danışırsan? Ayrı şeydir. Açığı yolda qəsdən demədim. Qorxdum qızışarsan, yoldan qayıdarsan. De görək, bilirsənmi, səni boş-boşuna çağırmayıblar. Qurban əmi Məhərrəm Abbasoviçlə danışanda yanındaydım. Danışıb qurtarandan sonra dedi, get benzin götür, hazırlaş. Təcili apar Səmədi. Özünə də deyinən vəziyyəti yaxşı deyil kişinin. Çağırır. Amma mən düzünü deyəcəm sənə. Rayondan Sultan Məmmədoviçə zəng vurublar. Kim? Çox adam. Məndən şikayət eliblər. Təhkimçilik eləmirəm, yığıma köməyim dəymir deyə. Hə, nə olsun ki? Təhkimçilərin elə hamısı bütün günü kölgəliklərdə səvərişib çay içirlər. Kimdir ki iş görən? Faydası yoxdur təhkimçiliyi. Pambığı yığanların özlərinin rəhbər işçiləri var. Daha bu təhkimçi nədir ki? Gülənov da danışıb. Əmimlə? Mənim barədə? Hə, deyib avara sərgərdəndir. Məcnun olub çöllərə düşüb. Sənin ad-sanını batırır. Bizə, orqan işçilərinə də söz gəlir ki, katibin partiyanın şərəfini qorumuruq. Səməd çiynini çəkdi. Bezobraziyanın köhnə işidir böhtan atmaq. Əmim tanımırmı Gülenovu? Çoxlu qeydim var. Cəmaat it günündədir. Xəlvət Rəhmin briqadirlərinin, mühasibinin dədələrini bellərindən şələləyəcəm. O biri kolxozlarda olmamışam hələ. Başa düşmürəm, Qurban əmi niyə aparır məni işdən? Səbəbini niyə gizlədir? Bəs əmimin yazdığı o yük nədir? Müslüm elə küçəyə baxırdı. Yük? Açığı elmi bərpa eləyənməyəcək əmim. Yığdığımız cidlərin çoxu parça-parçadır. Tək-tək, əzik-üzük vərəqlərdir. Tək bir sirri dəstanlar kitabı az çox oxunur. Dədə Qorqud. Koroğlunun divlərlə müharibəsi. Əmin istəyir elə bunlardan başlayasan. Qurban əmi deyir, Səmədi işə qoşma hələ. Niyə? Bilmirəm qardaşım, bilsəm də incimə. Mən çox şeyə qarışmaram. Çox şeyə, yəni nəyə? Qurban əmi deyir, Səməd sarsıntılıdır. Əmisini də çox sarsıdır. Beynini yükləmək olmaz onu. O nalı deyir. Al ondan, at getsin. Səmədin qaşları düyünlü idi. Əgər Qurban əmi sənlə bu mövzuda danışıbsa, sənə xəbərdarlıq eləyib ki, yolda mənim beynimi çox yükləməyəsən. Buradan da belə nəticə çıxır ki, sən özün də sir dağarcığısan. Açıq danış. Bilirəm, sən də çəkirsən. Çəkinmə məndən, sözünü də. Müslüm qızardı. Böyük adamların şoferlərinin hamısının qarnı sirlə dolu olur, ay Səməd. Vəzifələri dəyişəndə niyə şoferlərini də özləri ilə aparırlar? Hamısı elə sirə görədir də. Sultan Məmmədoviç deyir, bu planetdə nə qədər gözə görünməz mikrob varsa, xəzinə üstündə yatan ilanın da bir o qədər mikro ilanı var. Mikro ilanlar elə zəhərliyirlər ki, heç bağlar da bilmirlər. Əmin yenə açıq, mərd kişi söhbəti eləmək istəyir səndən. Deyir, Səmədlə aramızda çoxlu gizli şey var. Nə əmisini tanıyır Səməd, nə də öz imkanlarını bilir. Sən açığı düşmənlərimizi də tanımırsan, qardaş. Sultan Məmmədoviç deyir, Şüşəliyə yığışanlar şpiyonajın heç 5də biri də deyil. Moskvadan gələn bəlaların hamısının kökü xaricdədir. Mikro ilanları tanımalısan sən. Onda daxilimizi, Bezobraziyanın özünü də tanıyarsan. Xalqı, vətəni qoruyanlarımıza köməyindəyir. Sultan Məmmədoviç deyir, bizim bir-birimizdə lap cüzi narazılığımızdan da dərhal istifadə eləyirlər. Təhlükə törədirlər. Şamaxıdan bu yanda Acıdərədə körpünün altında dirəklər laxlamışdı. Gördüm körpü yırğalanır. Üstəlik körpünün lap ortasından 2 enli taxta çıxarıb qırağa qoyublar. O dəqiqə saxladım maşını. Dala verdim. Torpaq yolundan dolayı çıxdım asfalta. Xeyli qıraqda qısa patvarnik saralırdı. Hiss elədim ki, kim dilərsə, məhz onlar da bizə tələ quranlar. Sonra gördüm dalımızca gəlirlər. Maşını qaza bastım. Təhlükəni gərək vaxtında görəsən. Açığı ölüm dirimdir. Çaxçu xalqı da tanımırsan sən, qardaş. Rütbəli adamdır, həm də çox təhlükəlidir. Səni bir tərəfdən elə buna görə belə təcili çağırıblar. Tək əmin özü deyil səni çağıran. Bu sözü deməyə bilməzdim sənə. İstəyirəm Məhərrəm Abbasoviçlə əmvin yanına hazır gedəsən. Başqa sözüm də var. Bir dəli şeytan deyir, o sözü dedi. Dəli şeytana qulaq asın beynini yüklüyüm, yoxsa qılınc qurbanın xəbərdarlığını nəzərə alıb yükləməyim?
Müslüm gülümsünəndə quş dimdiyi burnunun ucunda dəri dartılıb ağarırdı. Sifətinin nazikliyinə nisbətən ətli dodaqları qatlanıb dörd dodaq olub Müslümü çirkinləşdirirdi. Amma xırdaca quş gözlərinin təzə yarpaq yaşıllığından necə məlahət saçılırdısa, Səməd özündən 2 yaş böyük dostunu uşaq kimi qucaqlayıb bağrına basmaya bilmirdi. Bu dəfə o məlahət olmadı. Çünki Müslüm süni gülümsünürdü. Yüklüyüm yükləməyim, niyə dilləmirsən? Səməd stəkanı göstərdi. Bunu götür, sonra yüklə. Gözümü deşir bu stəkan. Dirilik suyu elə ağır fikirlər oyatmışdı ki, bir tərəfdən Mirqəzəbə qalib gələn kişi ilə yeni münasibət yaratmağa, o bir tərəfdən Mirqəzəbə qalib gələn kişiyə yeni zərbə vurmağa cəhd göstərən Bezobraziya xadimlərinin çaxnaşmasına laqeyd qalmaq mümkün değildi. Bezobraziya hər yerdə hakim kəsilsə nə olar? Tutqu, sürgün, qırğın son həddə çatmazmı? Lakin Müslüm tamam başqa gözəlməz xəbərdir. Bilirsənmi? İş bu yerdədir ki, bacı 2 canlıdır, uşağı var. 4 aylıq uşağı. Səmədin sifəti birdən-birə tamam ifadəsiz oldu. Dodaqları keyləşdi. Nə qədər qəribə olsa da, sevgi adlı əzabı yalnız indi dərk edirdi. Gülgəzin uşağı? Müslüm bacının adını bircə balanın dilindən eşitdiyinə heyrətlənib duruxub gözlərini döydü. Səməd isə yenə birdən-birə dəyişmişdi. Uşaq, əmimin evində öz varisi. Mən əl ayağa dolaşacağam. Mən yaşamamalıyam. O sərxoşluq, o konyak şüşəsi, o zaks, nəticəsi də bu. Qıllı qeybalının səsi gəldi. Kimdəndir uşaq, ay Səməd? Səndəndir, yoxsa əmindən? Uşaq, uşaq. Sultan əmimin qucağında öz balası. Birdən yenə də darvaza qabağından ağ binanın içinə baxanda düşündüklərini xatırladı. Sonsuz əminin qucağında körpə gülürdü. Hiss etdi ki, belə gözlənilmədən qayıdan o sevinci gizlətmək istəmir, amma nə isə mane olurdu. Nə? Bax, bu barədə düşünmədən, dost olsaq da çox açıq deyil aramız, dedi. Gülgəz adı eşidəndə gözlərim böyüdü. Eşit və bil, Müslüm, ondan mənim aramda heç nə olmayıb. Heç nə. Çox paç qonşuluq olub. Sonra istəyə çevrilib və salam. O da qurban olsun Sultan Əmirliyə, mən də. Bildiyin, uşaq demə, Müslüm, Sultan Əmiri üçün əsr dirilik suyudur. Ağ əmir, boz əmirdir, Məhəmməd əmirdir, Mədəddir, Suradır. 12 ildir şoferlik eləyirsən Sultan Əmirliyə, sirdaşı, qardaşı olmusan. Bilirsən, uşaq nə deməkdir Sultan Əmirli üçün? Niyə mısmırıqlı danışırsan uşaq barədə? Belə qışqırıb birdən sustu. Pobedanın böyründə küçənin işığında patvarnikləri sarala-sarala arxadan gələn bir Vilis dayandı. Tünd abı kitelinin üstündə qızıl ulduz, çiyinlərində yaşıl zehli, zərli paqonları parıldayan bir mayor rulun sükanın arxasından başını çıxarıb gülümsüyürdü. Xoş gördük qadasa, xoş gəlmisən vətənimizin mərkəzinə. Son günlərin hadisələri yaman heyrətləndirir səni. Yadındadırmı dedikləri? Əmin 40 qazanın çalasısıdır. Bütün dünya ilə bağlıdır. Hey elə qurban verir xalqına, özünü saxlayır. Qanmır ki, etmiyəcinin o qızıl xaslı varneti də bəsdir ki, sultan adında adam qalmasın bu dünyada. Nə çox baxırsan ora-burama qadasa, mənim bu görkəmə heyrətlənmə, forma geyinmirik biz. Bu axşam xüsusi izin almışam ki, bircə bala görsün Xalıq Qudalovun əsl sifətini. Ulduzuma yaman baxırsan. Sovetlər İttifaqının daxili və xarici düşmənlərinə qarşı mübarizəmə görə verilib. İcazə ilə keçin başqa söhbətə. Gördüm gəlirsən, bu dəfə keçəcəksən, o qatilin tərəfində fəaliyyət göstərəcəksən. Baxdım gətirdim. Bu dəfə Müslümin həssaslığı xilas elədi səni. Amma müvəqqəti sağlıqdır bu qadasa. Bu bir. Əyri yola düşsən, kim sağ qoyar səni? İkincisi, sənə dönə-dönə demişdim, Gülbənizi gör. Axır ki gördün. Amma qardaş qatilə münasibətin kəskin deyil. Bu da xeyrinə deyil sənin. Səmədin əli qapının dəstəyində titrəyirdi. Qapını açıb bir andaca suya batmış əlini çaxçuxun boğazına uzatdı. Lakin Vilis vaxtında tərpəndi, qıcıldayıb getdi. Səməd özünə gələ bilmirdi. Müslüm ehtiyatla qolundan tutub yavaşca çəkdi. Gəl qardaşım, Allah özü bəlasını versin Bezobraziyəni. Gəl otur, əmin intizar qalar. Səməd kesib oturub qapını çəkdi. Müslüm yenə süni güldü. Amma lap tumana əl apardı qaniçən köpək oğlu. Adamı üstələyəndə şirdir, zor görəndə tülküdür. Sultan əmirinin çörəyi halalın olsun. Rəhmətliklərin torpağı sanı yaşayasan. Sən əmini necə istəyirsən, rəhmətliklər də elə istəyirmişlər bir-birlərini. Bu dərman dava işindən savayı Xızır abının görücülüyü də var axı. Sən anayın qaynında olanda, anayın üzünə baxıb Mədəd əmiyə deyib, uşağın olan günü Sura rəhmətə gedəcək. Uşağı xərc eləsəniz özü salamat qalacaq, amma doğar qarnı olmayacaq.
Anan eşidib bunu həkimə gedib. Həkim də abunun sözünü təsdiq eləyib deyib, ya uşağından kes, ya canından. Anan canından kesib ki, Mədəd əmmi övladsız qalmasın. Sırağa gün gecə də danışdı bunu mənə Sultan Məmmədoviç dedi. Səmədin ürəyi anasının ürəyidir. Çox icibsiniz ikiniz də. Nəsə olub, sən pis çıxıbsan evdən. Zəng vurdu Sultan Məmmədoviç. Getdim, gördüm. Təkcə oturub tut ağacının altında, bu termosdan bu stəkan da qabağında. Stəkanı doldurmuşdu, içmirdi. İnsanın insana məhəbbətinə bax ki, o da sən deyəni dedi. Mənim dirlik suyum Səməddir, Cömərtdir, Süleymandır Səməd. Məhəmməd əmirdir Səməd, Ağ əmirdir, Boz əmirdir, Mədəddir, Suradır Səməd. Mən bilmirəm nə olub orada. Gecə niyə elə çıxıbsan evdən? Bildiyim budur ki, sən gedəndən sonra Qurban əmi çox pis dalaşıb Sultan Məmmədoviçlə. Açığını deyim sənə, beynini yükləsəm də bu elə şeydir ki, alayarımçıq danışmaq olmaz ay Səməd. Açığı belədir ki, Qurban əmi lap əndazədən çıxıb deyib, çağır o evdən belə filan qızını, bu dəqiqə tərkimə mindirib səyirdəcəm, atı aparacam. Atacam atasının dağılmışına. Uşağı xərc eləsin, bir söz söhbət də buradan çıxmasın. Sultan Məmmədoviç bacını yox, Xeyri arvadı çağırıb. Xeyrəni də ki tanıyırsan, deyib ata mindirmək olmaz, bu bir. İkincisi, qoynu dolu zənəni atası evinə qaytarsan, nə Allah götürər bunu, nə də bəndə. Qurban əmi qışqırıb ki, bəs o cavanın dəli divanə olub düzlərə düşməyini götürərmi Allahımız, götürərmi bəndəmiz? Arvadı qovub qalxıb yuxarı. Yazıq binava bacının üstə düşür ki, Sultan Əmirinin evi, ailəsi də, oğul uşağı da Səməddir. Əmirin əsinin varisini didərgin salsan, nə sən özün xoşbəxt ola bilərsən burada, nə də əmirilər. Çıx get buradan, uşağı xərc elə. Sonra da çıx kəndin ortasına, deynən düşmən sözüdür deyilənin hamısı. Nə başını ağrıdım, axırda bacı deyib uşaq zad olmayacaq. Özü də gedib atasının evində oturacaq, ölənəcən heç kəsin üzünə çıxmayacaq. Atası evindədir indi. Arvad ərinin damının altında deyilsən, nədir bu ay Səməd? Haqlıdırmı Qurban əmi? Özü də başa düşür ki, haqlı deyil. Dünən Sultan Məmmədoviçi yola salanda ayrı hava çalırdı. Kəbinin də qalsın uşağında, mənə lazım deyil. Olan budur ki, Səməd onu bir də o evdə görməsin dedi dönə-dönə. Sultan Məmmədoviçə söz verdi ki, bacının özünə də Ələzoğlu ilə Hənifə arvada da tapşıracaq ki, uşağa xətər dəyməsin. Təklənəndə Sultan Məmmədoviçin gözü dörd olmuşdu. Dəli kimi öz-özünə danışırdı. Uşaq əldən gedəcək deyirdi. Bezobraziya rahat buraxmayacaq o bədbəxti. Şübhəsiz felyoton filan da olacaq deyirdi. Məni çağırdı. Soruşdu ki, ağlın nə kəsir? Səmədlə danışsam, Səməd onun kölünə nur sarala bilərmi ki, uşağa toxunmasın? Özü soruşdu, özü də dedi. Bircə balamla danışacam. Balamı xilas eləsin qoy. Bir dəfə açıq, mərdanə kişi söhbətimiz oldu, dözmədi. Yəqin təbiidir, bir də danışacam. Bircə balam özü qurtarmalıdır məni bu dərddən. Kürəyimdən yükü götürsün, biraz yaşayım, iş görüm. Bu da əslində yük dediyim. Elm barədə söhbət getmir hələ. İndi nə fikirdədir Sultan Məmmədoviç bilmirəm. Məncə bu fikirdədir ki, məktub yazasan bacıya, mən aparım verim. Bu işi ləngitmək olmaz ay Səməd. Sultan Məmmədoviç Ələzoğluna deyib qızı gözdən qoymasın. Bədbəxtlikdən o murdarlar Ələzoğlunu xəstəxanaya basıblar rayonda. Başa düşürsən? Çaxçuq səndən çox çəkinir. Bilmirəm, hansı belə filan çatdırıb ona həyətdəki o xançal söhbətini. Elə ona görə KGB-yə çağırtırdı məni bu səhər. Hava işıqlananda dedi, əmirlər nəfəslərini necə çəkirlər, o da məlumdur bizə. Sizin o Saşanız o biri rayonda KGB-nin rəisi idi. 60-a qədər muğ buraxdırdı məhkəmədən. Dözdü. Rütbəsini artırdı, göndərdi, Bakıda müavin elədi. Öz ayaqları ilə güllə qabağına göndərdi. Sultanınız da o yolla gedir. Hansı kənddə, hansı şəhərdə məhz kimlərdir muğlar, bağlar, hamısı uçotdadır. Get mənim adımdan desəmədə, əlini tərpətməsin, salamat qalsın, ayrılsın Ulubağlardan, Muğannalardan. Onsuz da qırırlar. Ulubağlar, Od-ər, Türk filanlar, ümumiyyətlə Türkün qəbri qazılıb. Hələ o 200 illik müharibə vaxtı 7-ci əsrdə Türkün dədəsi Hayana gedir, elə qəbir görür. İndi işin axırıdır dedi. Səməd başına çarə qılsın. Səmədin beynində dəhşətli fikir dolanırdı. Gizlətmədi, dedi. Sən axı deyəsən elə bezobraziya işləyirsən, Müslüm. Şofer elə bil heç nə eşitmədi. Mənim vəzifəm düşməni görmək və tanıtdırmaqdır. Açığı çox böyük təhlükə var, qardaş. Məhlə milisionerləri hərlənirlər dəmir yol xəstəxanasının qabağında. Bu səhər benzin götürəndən sonra ora sürdüm maşını. Palatanın qapısı bağlı idi, astırdım. Ələzoğlu özünü üstümə saldı ki, mən dustağam burada. Sultana çatdır, evi mənim əlimlə yandırıblar. Gözü kölgəli eləyiblər məni. Deyirlər, Səməd səni ağaca çırpanda beynin silkələnib. Deyirlər, nöğüt qabı ilə kibrit əlimizdə də ayaq izinin şəklini çəkmişik. Dilindən kağız verib Səmədi tutturmasan,
beyin zədəsindən öləcəksən. Sultana sədəqə olum, Səmədi tutduraramı? Məni tez çıxartsın burdan, gedim göz qulaq olun balama, sədəmə toxunmasın. Belə şeylər dedi Əlləzoğlu. Vəziyyət elədir ki, Allah göstərməsin özünə qəsd eləyər bacı. Günü bugün qəsd eləyər. Ondan sonra dilin qurusun, ölmüş bir Sultan Məmmədoviçi. Müslüm köksünü ötürüb yaylıqla tərini silə-silə Səmədə baxdı. Əgər beynini doğrudan da yüklədimsə, bağışla. Ağır yük elə dəhşətli idi ki, Səməd maşını elə bu dəqiqə geri sürdürmək istəyirdi. Kənddən çıxmamış deyənməzdin bunu. Kitabxananın müsibəti düşdü araya. Orada ikicə kəlmə desəydin ki, iş bu yerdədir, bətnində Sultan Əmirinin balasını gəzdirən qadının qabağında diz çökərdim mən. Yalvarardım. Hamının gözünün qabağında yalvarardım. Gülgəzin özü ilə danışardım. Təəccüblənmə. Böyük səhv eləmsən Müslüm. Düzəltmək lazımdır bu səhvi. Özü də təcili qayıtmalıyıq. Xilas eləməliyik uşağı. Zəng vuranlar da cəhənnəm olsunlar. Mir Qəzəb də, Pers də, Çaxçuq da. Bezobraziyəni bizdə çıxışla darmadağın eləyərəm. Bloknotumda çoxlu şikayətlər var. Bir-birindən müsibətli, açıq cinayətlər eləyib Bezobraziya. Döndər maşını. Döndər gedək benzin götür, qazı bas. Əmim düz fikirləşir. Arvadı bilirsən necə adamdır? Ürəyindəkini gözləri ilə deyən lal dinməz mələkdir. Başqasının ürəyini də bircə baxışla görən nadir, həssas insandır. Duyacaq, o saat başa düşəcək sözümü. Yorulmusansa keç bu yana. Rulda çoxdan oturmasam da sürə bilirəm. Gözünün açısını alarsan, sonra özün oturarsan. Döndər gedək. Yaxşı xəbərlə gələk əmmimin yanına. Təzə yarpaq gözlər məhəbbətlə doldu. Qadan alan bir dənə oğulsan, tayın bərabərin yoxdur, amma qaydanmaraq qardaşım, yaxşısı budur məktub yaz, məktubunu aparım. Sənin özünü aparanmaram. Niyə? Mümkün deyil ay Səməd. Bezobraziya dağılmasa, qaydanmazsan sən. Tutarlar. Qayıtsan Sultan Məmmədoviçin əhvalı xarab olar orada. Uşağı xilas eləyib gəlib görərsən atası yoxdur. Səmədin canından üstümə keçdi. Müslüm, nə çərənləyirsən? Çoxmu ağırdı kişinin vəziyyəti? Müslüm elə köksünü ötürürdü. Səni görməsə yaxşı olmayacaq Sultan Məmmədoviç. Bir də hər şeyə açıq deyəmirəm. Açığı rayondan qaçırtmışıq biz səni. O murdarların səmtinə qayıtsan, özün orada əlimizdən gedərsən. Əmin də burada. Açığı tələdəsən sən. Əlləzoğlunu elə orada xəstəxanada öldürüb səni lap asanca cani kimi güllələyərlər. Görmədinmi qızışıb Çaxçuq? Müslüm, bilirəm silahın var sənin bu maşında. Yolda məni qorumağa gücün çatar istəsən. Sonrası ilə işin yoxdur. Açarı ver, düş keç bu yana. Keç. Müslüm açarı çıxarıb ovzunda çıxdı. Ay Səməd, dəliqanlılıq yeri deyil. Niyə bilərsən axı sən o canavar sürüsü Bezobraziya? Bəlkə bir tədbirin var, de bilim. Sonra verim açarı da. Səməd tövşüyürdü. Bilmirəm. Hələlik ağlıma gələn budur ki, bu Bakı-Tiflis magistralı boyunda mənim çoxlu tələbəlik yoldaşlarım var. Qazı Məhəmmədlidə, Kürdəmirdə, Ucarda, Göyçayda, Kürdəmirlə Ucarın arasında bir aləm qohum əqrabamız var. Vaxtilə 1-ci Aleksandr danışıq aparıb İranla, Ulu Bağın sarayın 4 dövrəsindən, Elvən dağın ətəklərindən köçürtdürüb ki, özü nəzarət altında saxlasın. Abu danışdı bunu mənə, mülkün küllüyündə. Amma əvvəllər partiya məktəbində də Elvəndilər deyirdilər, qohumuq biz. Yevlax heç yığatmadı ora, amma orada da var bizdən. Abu deyir, Bərdədə lap çoxdur. Ağdamda elə, hamı ağ türkdür. Gör nə qədər vəzifəli, vəzifəsiz qohum əqrabaya sahibik. Bezobraziyanın qanını içməyə hazıram. Ver açarı, düş keç bu yana. Müslüm üzünü yuxarı tutub ağzını açıb dərindən nəfəs aldı. Onun da havası çatışmırdı. Amma şəhərdə ağır bürküy yox. Professor Məhərrəmovun evinin cəmi 100-150 addımlığında dayandıqları bir vaxtda Səmədin qaynadığına dözmürdü. Sən Ucar, Kürdəmir filan deyirsən. Buralar da tanıdığın, bildiyin. Mənim babalarımın əsli bilirsənmi hardandır? Qarsdandır, Borçalıdan, o yanda Ağbabalidandır. Hamısı ağdır, saf ağ, ağ tərik, türk. İndi tək Qarsdakılar qalıblar. Ağbabalı mahalını büsbütün köçürdüblər yuvalarından. Sən elə bilirsən ki, tək Vatikandan heç müəccinin Rusun əməlidir bu? Xeyr qardaşım, Allah bilir hansı əsrdə reydən, əreydən qovublar ağbabaları. Baba deyirlər. Bağ, ün, babani. Adı daşıyan bağ, ünlər əs-əri o dərləridir. İndi bax gör, nə deyirəm. Sultan Məmmədoviç xeyli adam gizlədib orada ağbabalıların. Bəzilərini Moskva, Leningrad yevreylərinin himayəsinə göndərib. Bir aləm xətt çəkiblər, adlarını dəyişdirib pasport alıblar. Gizlin yaşayırlar. Xəzinəsinin əsli ən qədimi Vatikandakı o Papa adlı ilanın altındadır. Bağları hər yerdə batırır, hər yerdə.
Belə bəladır bu. Sənin ucar-mucarın, Kürdəmirin, Ağdamın filanın neyniyə bilər bezobraziya? Nə Stalin ölüb, nə Hitler, nə də İlanlar padşahı, şahmar ilanın minlərlə Stalinləri, Hitlerləri. Əvvəl-axır belə söhbət olmalı idi bizim aramızda. Bədbəxtlik burasındadır ki, SRA-dən Odərlərin xəbəri olmayan Yevreylərin, cühudların əli ilə öldürürlər bizi, qardaşım. Elələri də ki, bilirsən, 100 milyonlarlandır bu xaraba dünyada. Başa düşdünmü dediyimi? Mətləbim əvvəlkidir, səbrini bas, kükrəmə, qayıtmaq olmaz, səbr elə, səbr, səbr elə, səbr elə. Mətləbim əvvəlkidir, səbrini bas, kükrəmə, qayıtmaq olmaz qardaşım, səbr elə. Qadan alım, bir-iki bayram böyüyəm səndən. Özün bilirsən, çox istəyirəm səni. İndiyəcən bir dəfə də sözündən çıxmamışam. İndi də çıxmaram. Qaydaq deyirsən, qaydarıq, amma səbr elə, qulaq as, başqa sözüm də var. İndi eşitdin ki, mən heç kəsdən az bilmirəm ətrafımızda baş verənləri, bu heç. 42-ci ildə rulda oturanda mənim cəmi 16 yaşım vardı. Dost tanış da anlayırdı Sultan Məmmədoviç ki, belə ana uşağına da rul tapşırarlarmı? Həmişə hamı təəccüb eləyirdi ki, əldən ayaqdan saz, möhkəm şoferləri qoyub niyə bu quşu götürüb Sultan Məmmədoviç? Sonradan açıldı ki, General Pers Xudiyev dəstəsini divara qısnayıb, şeyx qardaşların barəsində material istəyəndə elə o vaxtlar hər səhər xaş yediyinə görə xaş nəçənlik deyilən NKVD Gülanov hər xaş saatı Sultan Məmmədoviçin bir şoferini içirdib leşə döndərirmiş. Sürüyüb gəzəyən şənbəni otağına lüt ürəyən soyundururmuş. Ayılanda da təpiyin altına salırmış ki, bizim rabotnikin namusuna sataşmışsan. Şeyx qardaşlarının şpionusan. Şənbəni elə keçirib məlumat almaq istəyirsən. Gülənovun dalınca Sayılov çarmıxa çəkirmiş şoferi. Sayılovun dalınca Pers özü. 41-ci ildə qonşunumuz Otaya keçəndə Zulfada Xudiyev açıb bu sirri Sultan Məmmədoviçə deyib tarixin təkəri sizin xeyrinizə fırlanır. Amma siyahımıza düşən şoferlərdən uzaq olmalısınız. Təkərin altında qalarsınız. Sultan Məmmədoviç yoxlayıb görüb Raykomla Rik qarajında tək bir nəfər milisə düşməyib, o da şoferlərin əldə ayaqda buyurduqları quşdur. Öz adı Müslüm, atasının adı Müslüm, familiyası da Müslüm. O saat tanıyıb deyib, tez bura çağırın o Müslüm oğlu Müslümü. İçəri girəndə gördüm ayaq üstədir. Dedi, xəbərin varmı ki, atam Müslüm oğlu Müslüm qəza komitəsində mənim şoferim olub. Vuruşmada mənim bu qolumun üstə keçinir. Dedim, bizim evdə səhər yerimizdən qalxanda da o barədə danışırıq, günorta da, axşamda. Dedi, mən istəyirəm atanı əvəz eləyəsən. Dedim, mənim bundan böyük arzum yoxdur. Dedi, arzuna çatmaqdan ötürü get pasport al. Gəl pasportunu göstər, əmrini al. Oradan da get qaraj müdüründən açarı al, maşını qarajdan çıxart. Amma bir şərtlə götürürəm səni. Bığın saqqalın çıxmamış, indidən yadda saxla. Hardasa kimsə bir qədər araq təklif eləsə, bil ki, Gülənovun tapşırığı ilə verir. Hardasa kimsə bir zənən xeylağı üzünə gülümsəsə, bil ki, Gülənovun tapşırığı ilə gülümsür. Dedi, hamı bilir, sən də bil. Xaç Nəçərnik Gülənovun iki qorxunc silahı var. Birincisi araqdır, ikincisi zənəndir. Bu silahlardan özlərini gözləməyənlər tələyə düşürlər. Ömürlük tələdə qalırlar. Beynim qan idi. Çox təəccüb elədim ki, araq nədir, zənən nədir? Sultan əmiri kimi adamın dilində nə söhbətdir bu? Demə o günü Sultan Məmmədoviçin ən tərifli kolxoz sədri Cəbrayıl kişini tələyə salıblarmış o murdarlar. Görmüş olarsan, Tahiridə Sürməli Söylə adında gözəl arvad vardı. Əri Muxtar Sultan Məmmədoviçlə Qurban əminlə atamla bir atriadda vuruşan adamlardanmış. Kolxoz sədriymiş. Müharibə başlayan günü yerini Cəbrayıla verib əskər gedibmiş. 42-ci ilin yazında qırılan diviziyada qırılanlarından bir yerdə ondan da qara kağız gəlibmiş. Qurban əmi ilə Sultan Məmmədoviç o sürməli arvadı kursa göndərmək istəyirmişlər ki, kursdan qaydanda Tahiridə partkom seçsinlər. Murdarlar güya Muxtar kişinin ailəsinə yoluxmaq münasibəti ilə gedib sürməlinin evində məclis düzəldiblər. Cəbrayılı da ora çağırıblar. İçirdib leşə döndəriblər. Çıxanda sürməlinin də boğazına konyak töküblər. İçəridə qoyub eşikdən qapını bağlayıblar. Kəndə səs yayıblar. Qalmaqal qaldırıblar ki, bəs Cəbrayıl əskər ailəsinin namusuna sataşıb. Öz dostu Muxtarın arvadını zorla arvad eləyib özünə. Getdik, gördük sürməlinin böyük oğlu Cümrünün başına hava gəlib. Kiçik oğlu tapdıq, az qaldı özünü emadenin altına salsın. Sultan Məmmədoviçin yaxasına yapışdı, qışqırdı ki, Cəbrayıl tutulmalıdır. Tutulmasa öldürəcəm onu. Maşını qarajdan çıxardan günü belə şeylər bildim. 12 il keçib bu vaxtdan. Lüt Zəfər kimi durub toxtamış kişini tələyə saldılar o bezobraziya murdarları. Zəfər əminin evinin ətrafında 12 evi birdən xaraba qoydular. Axırda Sultan Məmmədoviçin özünü tələyə saldılar. Çapalaya qalıb.
qalıb. Dünən tələsiyə düşdü, bu torba ilə termosu çatdıramadı. İndi əlim ürəyinin üstündədir ki, dərmansiz qalıb, görəsən necə də halı. Mən boş bikara söz danışan deyiləm, qadan alıb. Bezobraziya qudurmuşları Əlləzoğlunun beyninin zədələnməsini eşq dəlisi adına yazıblarsa, aydın deyilmi ki, qudurmuş it tutub səni? Cəbrayıl kişini, Cəfər əmini tutan it tutub. Sultan əmini tutan it tutub. Hamanca zənən tələsidir, qadan alım, özü də lap yekəsindən. Dünyada yeganə doğru elmlə kamil insan yetirmək yolunda can qoyanların tərbiyəsindən çıxıbsan sən. Savağı mükəmməl bilməsən də irsiyyətcə ağsan. Qəlbin billurdur, ona görə də tez aldanansan. Hər rayonda lap 1000 qohumun dostun da olsa, bezobraziyaya qalib gələnməzsən. Bayaq danışdım bezobraziyanın miqyasına. Səməd özü dəyişmiş səsinin xırıltısını eşitdi. Müslüm, Çavçuğun sözü ilə saxlamamışdınmı sən maşını küçədə? Mən ayıq tərpənməsəydim vurmalıydı o məni. Uzağında sirmə xançal vardı. Mikro ilan deyilsənmi sən özün? Müslümün rəngi ağardı. Yox, nə danışırsan qardaş? Mikro ilan olsaydım elə o körpüdə güdaza verərdim səni. Orada sən özün də avariya qurbanı olardın. Ona görə qaçdın. Düzdür, Səmədin əlləri bayaq Çavçuğun boğazına necə yönəlmişdisə, indi də elə yönəlib Müslümün ağzını burnunu bir-birinə qatışdırdı. Danışma, bəsdir zəhərin. Şofer deyilsən sən, çox bilənlərdənsən, sür. Maşın Nizami kinoteatrının qabağında sola burulub 28 aprel küçəsinin solunda. Hər mərtəbəsi azı 4 metr hündürlüyündə köhnə 2 mərtəbə bir binanın kinoteatra baxan tərəfində dayandı. Səməd bunu bilmədi, özündə değildi. Müslüm termosla büzməli torbanı və qəzetə bükülü badnosla stəkanı qoltuğuna vurub düşdü. Fırlanıb sağdakı qapını açdı. Başını buluya-buluya qanamış burnunu, gözlərini sildikcə qanını göz yaşına qata-qata qoluna girib Səmədi qalın, hündür, boz bir qapı qabağına apardı. Geri yüyürüb maşının qapılarını açarla bağladı. Qayıdıb yenidən qoluna girdi. Səməd bunları da bilmədi. Sarsıntıdan ancaq onda az-çox ayıldı ki, Müslüm əlini qapıya uzadanda yuxarıda zınqrov cingiltisinə bənzər cingilti eşidildi. Boz qapı açıldı. Müslüm onu ikinci mərtəbədə geniş, yarıqaranlıq foyədən keçirib çatdıq dedi. İkinci bölüm. Bir nəhəng otaq solda idi. Azı 2 metr enində, taybatay açıq qapı arxasında, uzaq divar dibində şifanerlərdən və taxtlardan məlumdur ki, ora spalni, yataq otağı idi. Bir nəhəng otaq da sağda idi. Azı 2 metr enində, taybatay açıq qapı arxasında, uzaq divarda, uca rəflərdəki kitablardan məlum idi ki, ora kabinetdir. Spalni ilə kabinetin ortalığındakı meydan genişliyinin üzərində büllur çilçıraq yanırdı. Çilçırağın altında nəhəng çılpaq stolla qədim, ağır kreslolardan başqa heç nə yox idi. Stolla kreslolardan o yandakı divar da taybatay açıq olduğuna görə bütövlükdə azı 300 kvadrat metrlik mənzilin saray genişliyindən küçənin üzərinə uzanan balkonun özü də ayrıca bir otaq kimi görünürdü. Sultan əmi orada, balkonun ağlı qaralı metlaq döşəməsində, böyük xalı zili üstündə, yalxı maykada, üzü üstə uzanıb, ovcundakı yaylığı alnına sıxmışdı. Səməd dumanlı təhlükə hissi ilə dolu canında, ruhunda nə baş verdiyini bir o qədər anlamadan dayanıb, gah əmisinin çilçıraqdan işıldayan ıslaq çal saçına, burulub gərilmiş boynunda tərə, gah da ağır bürkü və sükut içində kimsəsiz otaqlara tamaşa edirdi. Çox bilmiş şoferin törətdiyi sarsıntıdan sonra elə bir qat-qarışıq yuxudan oyanmışdı. Bu bürkü və sükut içində əhalisi bağlara, sahilləri, parklara dağılışmış avqust Bakısına düşdüyünü indicə anlayırdı. İnana bilmirdi ki, cəmisi 5 gün bundan əvvəl bu cür bürkü və sükut içində çamadanını götürüb, qapını bağlayıb, açarı komendanta verib vağzala getmişdi. Orada 6-cı vaqonun ayaqlığının yanında biraz sərinləmək üçün dayananda peronun qələbəliyində o yaşıl vilyur şlyapanı, dəyirmi fanar gözləri, zərif gümüşlü trubkanı görmüşdü. İnanmaq mümkün değildi ki, cəmisi 2 gün bundan əvvəl bu doğma, əziz adamın bu islah, işıltılı çal saçlarını o qara, qıvrım saçların arasında görmüşdü. Sultan Əmirli adında möhtəşəm dünya uçub dağılmışdı. İdeal ölmüşdü. Və idealın bircə balası Ağdaş binadan qaçıb, boşluq, heçlik içində çalxalanandan sonra o qəbir kimi dar nömrədə, taxtabitili çarpayının yanında eyni ilə bu cür, üzü üstə döşəli qalmışdı. Möcüzə kimi bir şey idi ki, qılınc qurbanla Xızır abı ölü səzdəgahı diriltmişdilər.
Əvvəlki idealla müqayisə edilməz dərəcədə böyük, o tay bu taylı vətəninin heyrətli igid, alim çekisinə çevrilmişdilər. Və əmini tezcə görməyə can atan xoflu Səməd indi Muğ nəslindən müəllimin mənzilində yox, sözün əsl mənasında ibadətgahda dayanmışdı. Üzü üstə döşəli idealı görər-görməz qaynayan göz yaşını uda-uda qəlbinə, ruhuna hakim səcdəgahına, vətənin fədaisinə səcdə eləməyə tələsirdi. Ayaqqabılarını çıxarıb cütlədi. Aparıb qapının dalına qoydu. Orada nəhəng çəllə içindən uca tavanın ortasındakı dəyirmi, baca sayağı şüşəli yerə qədər uzanmış palma ağacının altındakı yumşaq dəri çəkələklərdən birini ayağına keçirib ibadətgaha. Bu dəfə necə lazımdırsa o cür, usluqca girdi. Kəndardan Müslümü yana itələyib qapını da usluqca çəkib balkona yönəldi. Gedə-gedə gördüyü birinci bu oldu ki, əmisinin boynunun sol üzünün rəngi ovcundakı islah yaylığın rəngindən seçilmir. Eşitdiyi isə bu oldu ki, əmisi inildəyir, yatır. Xallıya çatanda çəkələkləri də çıxarıb əmisinin böyründə çöməldi. Əgər Sultan oyaq olsaydı, yəqin ki, mütləq fikir verib görərdi ki, o taxta bitili mehmanxanada, o dar nömrədə qardaşoğlunun yanında əyiləndə necə dizləri üstə düşüb, boyun boğazını necə ovuşturmuşdusa, burada Səməd də eləcə dizləri üstə düşüb boğazından yapışıb nəfəs almağa çalışırdı. Amma bunun səbəbi isə təkcə o deyildi ki, Sultan Əmirinin sifətinin rəngi ovucundakı islah yaylıqdan seçilmirdi. Səbəb bir də bu idi ki, mərhum qardaşı kəndarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdəki dəmir çarpayısına necə yatardısa, Sultan əmi də o cür qurbağa kimi qıçının birini qarnına yığıb, mütəkkəni qucaqlayıb sağ üzü üstə yatmışdı. Gözünü açıb dünyaya baxdığı gündən əmisinin atası ilə yanaşı gördüyünə baxmayaraq, Səməd burada birinci dəfə görürdü ki, qardaşların profilləri bir-birinin eyni imiş. Saçın, alnın geriyə yatımı, gizgahın, bığın sığalı, alt dodağın xətti, burnun pərəsi elə oxşuyurdu ki, elə bil Sultan Əmirli deyildi, Sədr Mədəddir. 7 il 8 ayda qocalıb, dünyaya çal saçla qayıtmışdı. Səməd nə bezobrasiya murdarlarının gözündən yayınmaq üçün qaçırıldığını, nə də müsibət içində olan ac-yalavac kənddən ayrılıb Bakıda qalmaq təhlükəsini unutmuşdu. Bunlar elə şeylərdir ki, əmi əvəzinə indi doğrudan da atasını görsəydi, bəlkə onda da unutmazdı. Amma hər şey bu üzgün xəstə fədainin taleyinə bağlı idi. Küçədə maşınların qıcıltısı ara verdikcə, Səməd onun iniltisindəki sızıltını, göynərtini də eşidirdi. Uzun illər ərzində qoşa çarpayılarda yanaşı yatanda kar qalmışdı. İndi isə eşidirdi. Çünki indi tək Sultan Əmirli yox, qurğuşunun alın zərbəsindən gicgahı partlayıb dağılmış Sədr Mədəd də inildəyirdi. Bircə bala özü də inildəyirdi. Top atəşi altında qalan fədailər də inildiyirdilər. Part biletinin arasında Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir də inildiyirdilər. Gəlmişəm, ay əmi, gəlmişəm. Yaş Səmədi boğdu. Müslümün çöməlib termosu açdığını, haman qara padnosda stəkana dirilik suyu tökdüyünü və çiyninə toxunub kişini oyatdığını görmədi. Əlini əmisinin kürəyinə qoyub özü asta-asta tərpədirdi. Oyan əmi, nə qədər inildiyərsən axı? Qoymaram daha inildiyəsən, qoymaram. Kar olmuşam, eşitməmişəm sənin bu iniltini. Kör olmuşam, səcdəgahımı, möhtəşəm dünyamı görməmişəm, tanımamışam. Qurban əmi hər şeyi danışdı mənə. Düşmənimizdən eşitdiklərim də yadıma gəlir indi. Stalinə məktubunu o tayda, bu tayda olanları hər şeyi bilirəm. Səcdənə gəlmişəm, eşidirsən məni? Deyirəm səcdənə gəlmişəm. Əsirinəm, qulunam sənin əmi. Ömrümü sənə həsr eləyəcəm. Əsl həyatın, əsl ömrün bundan sonra başlanacaq. Ailən, uşağın da olacaq. Bircə balan xüsusi fəaliyyət göstərəcək. Eşidirsən? Bezobraziya murdarlarına divan tutacam. Hönkürtü arasında içərisindən elə təpər gəldi ki, hətta əlini əmisinin kürəyinə şappıldatdı. Kadr həll eləyər hər şeyi. Kadr, ay əmi, kadr. Xalqın qatili bezobraziya kadrları ilə qırmayıbmı sizi? Əvvəllər o qədər başa düşmürdüm mən o qatilin şüarını. İndi bütün varlığımla dərk eləmişəm. Tək bir nəfər namuslu prinsipial kadrın fəaliyyəti bütöv bir kollektivin fəaliyyətinə bərabər ola bilər. Kim nə deyir desin, şəxsiyyət lazımdır. Qatil yox, kamil şəxsiyyət lazımdır bizə. Məqsədə qan seli ilə çatanları şəxsiyyət adlandırandan döyüşəcəm əmi. Vintikləri, vintikdən də betər, dilsiz, ağılsız, lalkar bədbəxtlərə döndəriblər.
Nəinki mərkəzdəkilər, mən kimi sıravi təlimatçıların hər biri də kamil insan olmalıdır. Lapatka, kətmən tutanlar da rəzillikdən qurtarıb məhz sənin arzuladığın kimi kamil adamlar olmalıdırlar. Tamam unutmuşdum. Elə bu dəqiqə yadıma düşdü ki, Nizaminin anadan olmasının 100 illiyini xeyli keçmişdi. 3 ilmi, 5 ilmi unutmuşam. Gecənin bir vaxtı sənin qışqırtına oyandım. Telefon qulağında Kommunist qəzetinin redaktoru ilə danışırdım. Ay kişi, ay xasa, sən necə redaktorsan ki, bu vaxta qədər xəmsəni oxumamısan deyirdi. İxtisar olunan xəmsəni saxla. Stalin yoldaşın əmrindən akademik Bertseldən yadigar qalsın. Sən yubileydən əvvəlkini oxu. Gör Nizaminin iqtəsindəki ağ əxi icmalı ilə bizim təxminən 34-35-ci illərdəki kolxozun fərqi nədir? Qardaşım Mədəd neynəmişdi, yadındadırmı? SSR-nin hər yerində kolxoz nizamnaməsinə atmışdılar, getmişdi. Mənim qardaşım Mədəd məhz o ilk nizamnamə əsasında əməlli başlı ağ icması yaratmışdı. Kollektivin əməyinin bəhrəsini, əmtəyəni hər kəsin əmək gününə əsasən bərabər bölürdümü? Ümumi fonddan xəstələrə, şikəstlərə fond ayırmışdımı? Lap lütlərə fondun hesabını ev tikdirirdimi? Və s. və ilaxır, nələr eləməmişdi sədr Mədəd? Nəyin əsasında? Nizamnamənin altında Stalinin imzasının əsasında. Və Stalin hardan götürmüşdü ədalət mücəssəməsi nizamnaməni? Nizamidən götürməmişdimi? Sonra siz fəal kommunistlər bütün ölkədə yaydınız ki, kolxozun məhsulunu xalq içində bol-bol paylaşdırıb, dövləti kənd təsərrüfat məhsulundan məhrum edən solçu Nərimanovçu Mədəd əmirinin simasında biz Kulaçestvalı, vari başından aşan feodalları bərpa edən antikommunistlər görürük. Bu dərəcədə yalan-palan böhtanlara kim verib sənin adı kommunist, özü antikommunist qəzdinə? Görürsənmi necə kəlməsinə qədər gəldi yadıma sənin telefonda qışqırdıqlarının hamısı? Cəngavər gördüm mən o gecə sənin simanda. Sonra Bakinski Raboçi qəzdində cavabın çap olundu o böhtancının əleyhinə. Yadındadır, Mirgəzəb əlacsız qalıb tribunadan tərifləmişdi səni. Niyə? Çünki sənin mövqeyini müdafiə eləyə-elə Mirgəzəb öz nüfuzunu qaldırmışdı xalqın nəzərində. Sonra da paravozun dalına tək qoşulan vaqonuna minib, rayonları gəzə-gəzə kolxoz sədrlərini xəlvətcə asıb kəsmişdi ki, Mədəd əmiri şirmadı əlimizdə. Siz Notr Plata vergisini ilk növbədə ödəməlisiniz dövlətə. Cəmaət dolanar və s. və ilaxır. Bizə məhz indi o zamanki Sultan əmiri, o zamanki Mədəd əmiri kimi cəngavər, obyektiv kadrlar lazımdır. Yoxdur, məhv olub hamısı. Atam elə, sən də belə üzü üstə. Kim yaradacaq? Kim yaradacaq Nizaminin utopiya damğası ilə damğalanan ağ əxi icmasını? Ac, sıxıntılı, büzüşü adamlardan ibarətdir kəndimiz. Sənin bu çoxbilmiş şoferin qaynadı biçərimi? Bayaqdan özümə gələnmirəm. Güya cəmiyyət elə körlanıb ki, daha ancaq bezobraziyadan ibarətdir xalq. Uca şəxsiyyət Sultan əmiri ilə yetirdiyi uca şəxsiyyətlər, büyulur ürəklər acizdilər. Deyirdin, sındırıblar səni. İnanmıram. Eşidirsənmi? İnanmıram. Murdar bezobraziyanın qurğularından sarsılmamalısan sən. Mirgəzəbin taxta çıxdığı vaxtdan indiyə qədər müsibətlərə necə sinə gəlmisən, bundan sonra da o cür mətin dayanmalısan. Vurub dağıtmalısan, kürüyüb atmalısan. Uca şəxsiyyətlərə, gözəl insanlara yol açmalısan. Bilmirəm, harda eşitdim, 2 kəlmə demisən. Kürüyəcəm, atacam. Proqram olub məndən ötürü bu 2 kəlmə. Belə bir vaxtda sənin döşəli qalmağa ixtiyarın yoxdur. Bu çox bilmişin dedi, açıq, mərd söhbət eləmək istəyirsən mənlə. Bircə balan özü elə sən kimi fikirləşir. Sultan əmirinin ailəsinin yanından yel də keçməyəcək. Ağır söhbət deyil bu məndən ötürü. Öz yetirdiyin balanam sənin. Bədbəxtlik bundadır ki, bircə balan da qanmaz olub. Ətrafında baş verən hadisələri qanmayıb. Səni tanımayıb. Məncə o arvadın da hələ yaxşı tanımır. Nə bilir o sənin barəndə? 4 ayda dediyin dərsdən bir şey qalıbmı beynində onun? Danışacam, özüm danışacam. Mən sənə necə səcdə eləyirəmsə, o da elə səcdə eləyəcək. Sənin balanı qucağında böyüdəcəm. Fəxrlə, qürurla başımın üstündə gəzdirəcəm. Mərd kişi söhbəti yox, oğul ata söhbəti eləyirəm səndən. Tamamilə doğru demisən ki, bizim aramızda ən xırda şeylərdən də sui-istifadə eləyirlər. Bugündən belədir. Bundan sonra da belə olacaq. Ürəyimi, beynimi ovucunda görəcəksən həmişə. Başqa cür mümkün deyil. Mədədin olacam sənin. Mənə hələ təzə çatır atamın vəsiyyəti. İndi dərk eləyirəm Allah nədir, Əl-Ağ nədir, Ulu bağ əs əlmən kimdir, Ulu bağlar nəsli nədir, Odər bəşəriyyəti nədir
Vərəsə kitabxana ətrafında olanlar mülkümüzün yandırılması, divarların elə təcili dağıdılması, abının, qocaların elə dizin-dizin sürünə-sürünə vərəqləri yıxmaqları indi çatır mənə. İndi qanıram Xızır abının böyüklüyünə. Öyrənəcəm elmi. Mütləq. Eşidirsən? Mütləq. Enlikürək Səmədin əlinin altında qalxıb endi. Sultan köksünü ötürürdü. Eşidirəm. Səməd gərginləşdi. Amma əmisi gümrah danışdı. Hamısını eşitdim. Sözün canıma sarı yağ kimi yayıldı Birzə balam. Bakinski Rabotidəki o məqalə yığışdırılmışdı. Amma Moskvaya çatdırılmışdı. Stalin çağırıb Bertelesi biabır eləmişdi ki, bugün sabah şəhərlərdə çörək olmayacaq. Sən öz dostlarına Nizaminin utopik cəmiyyətini təbliğ etdirirsən. Bertes məcbur olub xüsusi məqalə yazmışdı ki, əxri cəmiyyəti böyük Nizaminin təxəyyülündən ibarətdir. Qədim Azərbaycanda elə cəmiyyət olmayıb. Dözənmədim, yazdım. Bertelesin bir cavan əli oğlu var. Andrey Bertes. Ona yazdım. Poçla yox, əllə göndərdim ki, Xəmsəni xarici dillərdə tərcüməsində məhz əxri cəmiyyəti haqqında yerləri xüsusi təbliğ elətdirsin. Heyf, nədənsə cavab almadım. Amma Mədəd öz işində idi, öz kolxozunda. Mirgəzəb dillənmirdi. Ağ-ey icması əvəzinə milyoner kolxozlar ideyası atmışlar ortalığa. Bir rayonda, iki rayonda 2 milyoner kolxoz və salam. Pokazuxa. Qalxıb oturdu. Pırpız qaşların arasında boz ala gözlər gülürdü. Mədəd həmişə bax beləcə dirildirdi məni. Torpağı sanı yaşayasan, işıqlı balam, igid balam, Səməd deyilsən, sim odsan, nursan, nur balam. Səməd gözlərini sildi. Sol döşünü sıxıb ürəyini sakitləşdirməyə çalışdı. Yaxşısan indi? Görmürsən? Amma dirilik suyuna ehtiyacın var. Müslüm o dəqiqə stəkanı doldurdu. Səməd hələ də əli ürəyinin üstündə ayağa qalxmışdı. İndi icazə ver qayıdım rayona. Nə? Sultanın qaşları indi. Nə danışırsan? Saşanı bugün gülləliyiblər. Mən igid məsləkdaşımdan məhrum olmuşam. Məhərrəmlə təklikdə görüşməyimi qadağan eləyiblər. Xalıq Qudalovun ətrafında böyük dəstə işləyir əleyhimizə. Əlimdən buraxaram mı səni? Tezdən məhkəmənin səhər iclasına aparmalıyam. Hökmən iştirak eləməlisən. Vətənimizin bütün tarixi açıb töküləcək orada. Dinləməlisən. Yox əmi, üzr istəyirəm səndən. Bu saat, bu dəqiqə qayıtmasam, ailə söhbətinə təcili son qoymasam, başqa söz girməz beynimə. İnan, Sultan baxdı, gözləri doldu. Çox tərs, çox inad böyütmüşük səni. Yaxşı pivə var. Çörək ye. Biraz da dincəlin, sonra qaydarsınız. Səməd əlini Müslümə uzatdı. Açarı ver. Əslində Sultana da aydındır ki, Müslümə verilən tapşırıqdan, yəni yolda söhbətdən sonra bu təcili gəlişin gedişi də vardı. Odur ki, Bakıda qalmaq, məktub yazmaq barədə danışmağa münasib bilməyib razılıq verdi. Müslüm yemsən torbasına 2-3 ovuc götürüb qəzetə büküb cibinə qoydu və maşının açarını elə buradaca Səmədə verməli oldu. Səməd, sağ ol, bir də xəstələnmə deyə qapıya meyilləndi. Amma Sultan sözlü adam oxşuyurdu. Demək istəmirdim, amma şərt qoymuşam. Biz maksimal açıq olmalıyıq, qardaş oğlu. Mən yalnız qatil deyiləm, həm də inkvizatoram. Sözüm işgəncə verir hamıya. Sənə işgəncə verməliyəm. Xızır abı Gülgezə deyib, oğlun olacaq. Get onu qoru. Məni, bəlkə hətta səni də əvəz eləyənimiz olsun. Birdən səsini qaldırdı. Heyrətlə baxma mənə. İş belə getsə muğ, bağ qalmayacaq. Get əməl elə tapşırığıma. Əmrdir bu. Mənim yox. Əbədiyyətə gedənlərimizin əmridir. Səmədin əmgeyi buzlaşdı. Gözləri torlandı. Sultan ona baxıb bu dəfə çox pis inildiyib üzü üstə döşəndi. Dayan, ayaq saxla dedi. Ürəyim böyükdür. Bilirəm, xilas eləyəcəksən o bədbəxtin körpəsini. Özünə təsirin də böyük olacaq. İnanıram, güclüsən Birzə balam. Bircə sualıma cavab ver. Mədədin başına gətirdiyimi unutamayacaqsan axı. Düzdür? Mərd ol. De, qatiləm mən ya yox. Bax, buradan başla sözünü. Səməd alnını ovuşdurub köksünə indirdi. Sultan inildiyirdi. Mədəddən başqa neçə batin bağımız gedib. Bağ deyəndə diksinmə, elmimizin 5%-ni də bilmirsən. Bir var yaradanlar, xaliq bağlar, yəni ey Odər baba, bağ ün baba, bağ ata, 4 oğlu. Onların beyinləri bütün kainata bağlıdır, bütün kainata. Yəni planetlər, canlılar, cansızlar, bütün Odər bəşəriyyəti onların beyinlərinə bağlıdır. Bir də var biz muğannalar, ulu bağlılar. Biz xaliq deyilik. Bizim bağlılığımız ün eşitməkdən, eşitdiklərimizi yazılı şifahi şəkildə yer bəşəriyyətinə çatdırmaq, insanı nəsil maarifləndirmək, saflaşdırmaq, ucaltmaq, əl-ağ Eysarın ününü eşitmək dərəcəsinə çatdırmaq, yerdə Eysarın əlləri, işləyənləri olmaq,
Bu cür dərs keçməliyəm mən sənə. Mən olmasam bir başqa adı Pünhan müəllimin olar. Amma məni bu hala salan sözün əsl mənasını cinayətimdir. Qorxum bundadır ki, bağışlayamayacaqsan məni. Yaran qövr eləyəcək. Pişəvərinin taleyi də var, Nəcəf oğlunun taleyi də. Ümumi işin xatirinə çox adam qurban gedib. Elə üzgün vaxtlarında abını çürüyü evə çağırdım, işə qoşdum. Hamısı düşmənin ovuzundadır. Yaşı zada baxmır Sovet rəhimsizliyi. Göyçəli Aşıq Sadığı işə qoşdum. Allah əmini, oğlunu Aşıq Şamili işə qoşdum. Qaratəpədə, Qaradabanidə gözümün qabağında zəhərlədilər Sadıqla Şamili. Şam kimi əridilər, söndülər. Bu dediklərim barədə Qılınc Qurbanla söhbət elə. Hiss eləsən ki, doğrudan da bağışlaya bilirsən əmini, bax onda gəl, gəl dərsə. Get indi, uğur olsun. Amma açarı Müslümün özünə ver. Sən fikirlisən, maşın sürənməzsən. Get, ölmərəm. İt canıdır Sultan Əmirinin canı. Get. 3-cü bölüm. Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar. Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd açıq qapı arasından içəriyə mənəm dedi. İşdən sonra evdə olun, gələcəm. Əmmin ismarıcı var. Arvadı uşağı barədə. Tələf eləmək olmaz o uşağı dedi. Əlləzoğlu qəlyanın tüstüsünü üfürmək əvəzinə udub, boğulub, xırıldaya qaldı. Hənifə qarı tir-tir əsib sevincindən hönkürdü. Səməd heç nə görmədi, heç nə eşitmədi. Oradan qayıdıb şüşəli pavilyonda çay içib böyük adamlardan ötürü düzəldilmiş dal otaq adlanan genişlikdə açıq pəncərələr qabağında sərinlikdə yatdılar. Gün ortaya çatanda Səməd yenə şaxımış günəş altında idi. Qulaq batırıcı sükut yaradan, gür cırcırama ötüşməsi içində kimisə Sədr Mədədin mahnısını oxuyurdu. Sən haralısan, haralı durnam. Qonaqlının bütün pambıq sahələrini suvaran baş kanalın haçalanıb arxlara bölündüyü yerdə Hacıhsan deyilən ikinci bir çəmən biçənək vardı. Bir tərəfi pambıqlığa söykənirdi, o bir tərəfi uzanıb gedirdi, su düşən çəmənliyinə qovuşurdu. Müharibə illərində Başkənd Qurbanlıda Ağsaq Hacı adı ilə, Ortakənd Tahiridə və Aşağıkənd Qonaqlıda isə Felçer Hacı adı ilə məşhur olan bir adam 3 para kəndin dövrəsində qara qızdırma ocaqları, gölməçələri quruda gəlib kanalın qurtaracağındakı gölü də qurudandan sonra bir payız günü burada başını bir daşa söyküyüb yatıb elə yatdığı yerdə ölmüşdü. O gündən bu çəmən ehsanlıqdır. Yəni kim nə qədər ot çalmaq istəsəydi gəlib apara bilərdi. Malını, qoynunu otara bilərdi. 46-cı ilin yayında isə birdən-birə ot çalmaqda qadağan olundu. Mal qoyun otarmaqda. Çünki Dəli Səməd burada mixey və moy kəşf eləmişdi. Cəmaatı da birdəncə baxıb görmüşdü ki, Hacəsən çəmənində çəmən otlarını, qazayaqlarını ara bərəsi çox xalqın o taydan kişmişlə birgə gətirib od qiymətinə satdığı mixəkdən, moydan dəhdirli mixəklə, moyla doludur. O yay Qonaqlıda, sonra da Tahiridə və Qubanlıda Hacəsən mixəyinin çayı və Dəli Səmədin adı dillərdə gəzdi. Qaraçı gözəlli çəpər dibində və ağac altında Dəli Səmədlə yanaşı oturmağa gedəndə qıymaçasının uclarına mütləq moy düyünləyərdi. Dəli Səməd mütləq o düyünləri qoxlayıb oxxay deyərdi. Gülbəni isə dodaq büzüb gülə-gülə, gözəlin moyu da özündən olmalıdır, mixəy də deyərdi. Dəli Səməd üzünü qəbirlərin şəkillərini söyküyüb yuxuya gedəndən sonra moy ətri, mixəy çayı da Hacəsən çəmənin özü də yoxa çıxdı. Başqa çəmənlərdən seçilməyən adi yaşıllıq otluq qaldı. Təlimatçılıq illərində Səməd kanal boyundan enən bu ağcığırla enib Hacəhsandan keçəndə hər dəfə adi otluqdan başqa heç nə görməmişdi. İndi isə heç otluğu da görmürdü. Gördüyü sahə idi. Bir də sahədə cərgələrin arasında pambıq yığa-yığa əyilib dikələn adamların qaraltıları idi. Gərginlik içində vaxtilə Sədr Mədədin oxuduğu mahnı qulağın dərinliyində bu mahnı Səmədi əvvəlcə bir növ çaşdırdı. İnsansız adada uzun müddət tək qalan adam birdən insan səsi eşitsə necə olarsa, Səməd də eləcə oldu. Sonra oxuyan adamı tanıdı. Təftiş Abbasdı. Yumşaq taqqıltılı arabanın qolunun üstündə, ağır yerişli kəllərin arasında saqqalı qarala-qarala Səmədə doğru boylana-boylana Sədr Mədədin həmişə oxuduğu mahnını oxuyurdu. Sən haralısan, haralı durnam, ovçu əlindən yaralı durnam, yar yoldaşından aralı durnam. Həm buralı, həm oralı durnam. Səməd bilmirdi və heç vaxt bilməyəcəkdi ki, bu mahnını vaxtı ilə babası Məhəmməd Əmir oxuyarmış. Oğullarından ikisini o tayda fədailərin, ikisini də bu tayda doktorun və hümmətçilərin xidmətinə göndərib, yol ayrıcında boğulub qaralanda birdən hayqırarmış. Sən haralısan, ey durna Məhəmməd Əmir? Niyə o tayda bu tay üçün üzülürsən?
Bu tayda o tay üçün üzülürsən, deyərmiş və oğullarının qaraltıları uzaqlaşıb yerə yapışana qədər oxuyarmış. Sən haralısan, haralı durna, 3 telli, 4 telli, 5 telli durna, yaralı, yaralı, yaralı durna. Səməd bilmirdi və heç vaxt bilməyəcəkdi ki, 46-cı ilin axırında, yəni o tayda milli hökumətin məğlubiyyətə uğramağından sonra Mirgəzəb Sultan Əmirini tez-tez Bakıya çağırtdırarmış və öz kabinetində bir neçə yaxın adamını, o cümlədən Persin iştirakı ilə Cənubda inqilabi hərəkatın tarixindən söhbət başlayıb, əvvəlcə hökmən doktorun Nərimanovun haqqında söz salarmış. Doktor был честнейшим человеком. Sonra İran kommunistlərinin proqramlarının variantları haqqında danışarmış. Təbrizdə Azərbaycanlıların proqramı bir cür, Rəşdə, Tehranda farsların və kürdlərin proqramı isə tamam başqa cür imiş. Mirgəzəb məhz Sultan Məmmədoviçdən eşitmək, bilmək istəyirmiş ki, bir ölkə daxilində bu cür proqram ayrılığı nədəndir? Sən ki deyirsən bu xalqların hamısının kökü birdir, o dəridir. Bəs Nərimanov niyə yol verib bu proqram ayrılığına? Bir dəfə Əncəldə qurultay eləyib, sonra da bütün şərqin nümayəndələrini Bakıya çağırıb, şər qurultayı eləyib. Nə çətin şey imiş vahid proqram vermək. Bu sualları Mirgəzəb hər dəfə müxtəlif şəkillərdə verərmiş. Sultan lap ilk söhbətdən cavabını təkrar edib. Mən Nərimanov Azərbaycan bolşeviklərinin rəhbəri kimi tanıyıram. Rəş və Tehran qırğınlarından sonraki ziddiyyətlərdə proqram dəyişikliklərində nə özüm iştirak eləmişəm, nə də doktorun iştirakı barədə eşitmişəm deyəndə Mirgəzəb yumşaqca qımışarmış. Опять хитришь, Султан Мамедович, но я не теряю надежду. Когда-нибудь ты образумишься и поможешь нам разобраться в этой путанице. Ayağa qalxıb sultanı yola salanda hətta əl verərmiş. Yəni güya nə internasionalni atriadın törətdiyi gizlin qırğınlardan xəbəri var, nə də vahid proqramın 3 proqrama çevrilməsindən. Bu söhbətlərin nəticəsi isə bu olarmış ki, Bakıdan qaydanda Xudiyev dərhal sultanın başının üstünə alarmış. Kişi 24 saat vaxt verib Cənubda məğlubiyyətin səbəblərini tələb edir deyərmiş. Sultan isə burada ilk cavabını təkrar edərmiş. Səbəb də, səbəbkar da çox milyonlu Azərbaycan xalqının parça-parça ərazilərinin birləşməyinə mane olan beynəlxalq irticadır və irticaya xidmət edən gizlin qüvvələrdir. Niyə məhz məndən eşitmək istəyir səbəbi? Deyib bu mövzuda uzun müddət danışandan sonra bir əli ilə ürəyini, o biri əli ilə boğazını tutub yıxılarmış. Bir də xəstəxananın və ya öz kimsəsiz evinin qapısında Mədədin boyunu görüb, qardaşının elə orada qapıya söykənib qəsdən oxumağa başladığı yaralı durnanı eşidəndə ayağa qalxarmış. Səməd bunların heç birini bilmirdi. Səmədin bildiyi bu idi ki, həmişə yazda və il payıza dönəndə ilkindi çağları qonaqlının üzərində durna qatarlarının səsi eşidiləndə atası həyətdə su quyusunun dikdirində oturardı. Səmədi də çağırıb böyründə oturdardı. Qolunu oğlunun boynundan aşırıb oxu onu deyərdi. Onu, yəni Molla Pənah Vaqifin Durnalar şeirini. Bir zaman havada qanad saxlayın. Sözüm vardı mənim sizə durnalar. Qatarlaşıb nə deyardan gəlirsiniz? Bir xəbər versəniz bizə durnalar. Xəbərdən xəbərsiz Ərköyün oğul bu şeiri çatıltılı-patıltılı deklamasiya ilə axıra vuranda Sədr Mədəd dodaq ucu gülümsənərdi. Sədr oğlu elə belə oxumalıdır deyərdi. İndi Sədr Mədəd özü oxusun, oğlu qulaq assın deyərdi. Və gecənin qaranlığında baxa-baxa öz mahnısını oxuyardı. Sən haralısan, haralı durnam. Əsli, nəsli barədə hələ bir şey bilmədiyinə görə atasının mahnısının əsl məzmununa Səməd o vaxt əlbəttə tamam laqeyd idi. Mahnının məzmununu və mahnı ilə birlikdə Sədr Mədədin özünün məzmununu Səməd ancaq o vaxt hiss etdi ki, avariya günü qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında kimisə bu mahnını oxudu. Amma o kimisə elə kimisə olaraq qaldı. Durnalar isə birdən-birə qəribələşdilər. Qəribə yox, heyrətli idi ki, Səmədin təhkimçi təlimatçı olduğu illərdə durnalar gecəyə düşüb, eməyə yer axtara-axtara lap alçaqdan uçanda əmirli mülkünün üzərində fırlana-fırlana qalırdılar. Gecə yarıdan keçəndə, yəni kəndə yuxu sükutu çökəndən sonra isə Səməd həyətdə qanadların yerlərini eşidib, quşların birbaş oraya, həyətlə su düşən çəmənin arasına töküldüklərini görüb, bəzən hətta hava işıqlaşana qədər pəncərənin qabağında qalırdı. Evdə tavanla divarların aralarında sonuncu, dördüncü ya beşinci dəfə bala böyüdüb sabahda bir günlük köçməyə hazırlaşan qaranquşlar köyrək-köyrək civildəşirdilər. Həyətlə su düşənin arasında isə durnalar qısıq-qısıq, qərib-qərib səsləşirdilər. Qaranlıq söküləndə səslər çoxalırdı və durnalardan biri ikisi, sonra büsbütün dəstə havalanıb qalxırdı.
Eyni vaxtda qaranquşlar da evin içində fırlanıb çaxnaşıb bacadan çıxmağa çalışırdılar. Boşalan yuvalarla boşalan həyat aralığında bu hikmətdən quruyub qalan Səməd isə kimdənsə nə isə soruşmağa ehtiyac duyanda orta yola boylanıb səhərlər öz manqalları briqadası ilə hamıdan əvvəl sahəyə yollanan Təftiş Abbasın arabasının cırıltısını eşidirdi. O sərt, qaraqabaq kişiyə yaxın getmədən qızlara, gəlinlərə, kişilərə durnaların işləklərini danışıb soruşurdu. Bu nədir belə? Nə sirdir belə? Əlbəttə heç bir qane edici söz deyən olmurdu. Tək bir dəfə nəhayət Təftiş Abbas oturduğu yerdən arabanın qolunun üstündən geri burulub, quşların bildiyini bilsəydi, bu günə qalardıq mı? Ayvala dedi. Camaat orta yoldan aralanıb çəmənin işıldaşan şehliyində. Uzaqda qaralışanda isə Səməd yenə o kimisənin dərdli ərəmli səsini eşitdi. Bir zaman havada qanad saxlayın. Səs yenə də qulağında qalıb, quşların sirrinin üstünə sir gətirirdi. Sonra hardasa kimsə dedi, o bizim təftişin səsidir. Sonra əmisinin evində çürüklə abı zarıncı çalıb, sonra divanı üstündə ey qardaş oxuyanda Səməd təftişin səsini xatırladı. Avariya günü Dəli Səməd uzun müddətli yuxuya gedəndə Sədr Mədədin 3, bəzən 4 briqadasından birinin briqadiri, təftiş komissiyasının sədri, Kəndarında çəmənotu və qazayağı bitən tavanında qaranquşlar uçuşan evin daimi qonağı Abbas əmi. Təftiş Abbas da Sədr Mədədin bütün yoldaşları, dostları ilə birlikdə zülmətə batıb yoxa çıxmışdı. 7 ildə Səməd atasının dostlarından birinə də yaxınlaşmamışdı. Elə bil hamı qatil idi. Əgər təsadüfən yaxınlaşdığı adamlar vardısa, onlar da abı kimi, Qurban əmi kimi kənardan kənara hal-əhval tutub yoxa çıxmışdılar. Odur ki, illərin uzaqlığından, avariya gününün zülmətindən və su düşənin parıltıları içində qulağına gələn yaralı durnanın özü kimi bu mahnını oxuyan Abbas əmi də Səməd üçün bir qədər gözlənilməz oldu. Yatanda inildiyən Sultan Əmirinin iniltisi Səməd üçün nə idisə, durnalar o taya köçəndə və o taydan qaydanda quyunun dikdirində oturan Sədr Mədədin yaralı durnası da elə bir şeydi. O iniltinin haqqında danışan Qurban əmi, Qılınc Qurban Səməd üçün kimdirsə, bu mahnını oxuyan Abbas əmi, Təftiş Abbas da elə bir adamdı. Qurban əmi Səmədə oyaq vaxtı ağrılarını içinə salıb, yalnız yatanda inildiyən mətin insan göstərmişdi. Bakıda o evin o balkonunda abı deyib oğlum olacaq, get onu qoru. Əmirdir bu. Əbədiyyətə gedənlərimizin əmridir deyən sultan özü isə qeyri-adi bir inkvizatorla yanaşı təsəvvür edilməz dərəcədə mətin fədai göstərmişdi. Burada Hacəhsanda Abbas əmi isə ağır yerişli kəlləri ilə yumuşaq taqqıltılı arabasından başlamış, kəllərin arasında qaralan saqqalına qədər doğma adam göstərdi. Bezobraziyya ilə günü bugün çarpışmaya girişmək üçün faciəli hadisələri xatırlaya-xatırlaya, nifrətdən qıcıldayan beynindən qıcıltı getdi. Qəzəbdən dumanlanmış gözlərdən duman çəkildi və 7 ildən sonra Səməd Abbas əmi ilə birlikdə Hacəhsan çəmənini də gördü. Uzaqda, Əmirli yurdunda cavanların qurduqları, toyxana kimi böyük çadır qaralırdı. Çadırın qabağında yəqin ki, elə cavanların qaladıqları ocağın tüstüsü yayılıb evlərin, daxmaların, töylələrin, tayaların üzərinə çərmə çəkirdi. Hacəhsan çəmənli isə birdən-birə necə aydınlaşmışdısa, indi Səməd yaşılıqda balınc kimi ağaran Hacı daşını da, Dəli Səmədlə Yusif kimi gözəl Yusifin, qaraçı gözəli ilə Gülbənizin cığırlarını da görürdü. Çəmənotlarını xırdaca-xırdaca, qızılı toxumlarını, qazayaqların diş-diş, bıçqı sayağı yarpaqlarını, çəmən otları ilə qazayaqlarının ara bərələrində moyun qunu çiçəklərini, mixəyin dənəbir dənələrini və payızın son ayına qədər solmayan bu tünd yaşıllığın genişliyində o yan bu yana işləyən haçaquyruq qaranquşları da görürdü və bütün aydınlığı ilə dərk edirdi ki, kəndarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin əslində nə kəndarı varmış, nə də tavanı. Sədr Mədəd çiy kərpic divarların arasının yox, dünya yaranandan, quşlar qanad açandan bəri o taydan bu taya, bu taydan o taya uçuşan durnaların qanadlarının altındakı böyük vətənin mədədiymiş. Dəli Səməd də o 4 divar arasının yox, çəmənotulu, qazayağılı, mixəhli, moylu, qara tikanlı, gür tikanlı, qarağaclı, gürağaclı yurdun dəlisiymiş. Bir tərəfdən Sədr Mədədin əziz, doğma xatirəsi, bir tərəfdən yaralı durnanın xatırlatdığı yaralar, bir tərəfdən də Hacəhsan çəməninin zəngin gözəlliyi Səmədin sinəsindən yanıqlı, dərin bir nida qopardı. Sənə qurban olun vətənim. Avariya günü üzünü Ağ əmirlə Boz əmirin qəbrinin şəkillərinə söküyüb yuxuya gedib,
7 il yatandan sonra bu yurdun köhnələrindən Abbas əmi, təhtiş Abbasın mahnısından tamam oyanmışdı. Ağır-ağır qalxıb enən sinəsində, atasının vəsiyyət etdiyi dumanlı, amma böyüklüyü, əzəməti aydın duyulan elmin eşqini duya-duya arabanın yaxınlaşmasını gözləyirdi ki, özünü Abbas əminin üstünə salsın. Mehmanxanada əmisi necə qucaqlamışdısa, bu qara saqqal qocanı da eləcə qucaqlayıb bağrına bassın. Bir göbələk məmiş yox, 1001 göbələk məmiş əlləzoğlu nöğüt töküb, kibrit çəkib 1001 mülk yandırsın, 1001 bezobraziya mikroilanı təhlükə yaratsın. Məhəbbətini uzaqdan uzağı mahnı ilə çatdıran bu eşqli qocanın torpağının yetirməsi ruhdan düşərmi? Araba yaxınlaşdı. Kəllər dayanıb fışqırışdı. Səməd isə eləcə sinəsi atlana qalıb yerindən tərpənə bilmədi. Çünki Abbas əminin səsindən duyduğunu üzündə görmürdü. Qocanın qabarıq, parıldılı gözlərində yaralı durnadan əsər əlamət də yoxdu. Mahnını Səməd elə bil yatıb röyada eşitmişdi və indi mahnı ilə birlikdə elə bil Abbas əmi özü də yoxa çıxmışdı. Əvəzində 45 nömrə Girzovu sapoklarını arabanın qol ağaclarına diriyib, boyunduruq enində çiyinlərini dala gərib, başını da dala atıb saqqalını dik qaldırmış, hirsli hiccəli bir qoca oturmuşdu. Əyin tikində, ot ələv, çırpı-çırpı içində dərisi cızıq-cızıq olmuş, bomboz nəhəng əllərinin birində yoğun gödərə tənək çubuğunu, o birisində çibinlənən gəlin quyruğunu tutub Səmədi başdan ayağa, ayaqdan başa süzürdü. Baxıb-baxıb dillənəndə bu qocanın dilindən zəhər töküldü. Əlləzoğunun qızı gəlib atası evində gözləyir. Oğlum Məmməd Xələfi çağır, xotlasın maşını. Get götür qaç onu. Kəbini geri oxutdur, arvad elə özünə. Səməd sinəsinə atlandıran uca eşqin necə köpük kimi partladığını, köksünün necə çöküb sıxıldığını və sağ solunda birdən-birə peyda olan qırmızı, enli sifətinin ortasında çal lopa bığı ağaran xəlvət rəhimlə qıllı qeybalının necə açıq tülkülüklə qımışıb bir-birinə baxdıqlarını hiss edə-edə zərbədən ayılmağa çalışdı. Get götür onu, qaç. Zərbə deyildi bu, yara üstündən yara idi. O mahnı hara, bu yara hara. O məhəbbət hara, bu təhqir hara. Qoca onu doğrudanmı bu qədər alçaq sayır? Bu gizlin-gizlin qımışan murdarların yanında niyə belə danışdı bu məşhur mötəbər qəlyanlı qoca? Eşitdinmi dediyimi? Cahçuğun qızı səni axtarır ki, aparsın görüşdürsün Ələzoğlunun qancığı ilə. Nə qədər ki bu yanındakılar əmisinin arvadını oynaşı qoymayıblar sənin adını, get bəri başdan götür qaç. Böyürdən Səmədin qoluna qol toxundu. Rəhim idi. Mən ilə bu söz qapa görə yığıncaq eləmişəm bugün. Təklif irəli sürmüşəm ki, ağsaqqallarımız barışdırsınlar bizi sənlə. Yoldaş Səməd. Sağlığına vardan haldan pis deyil. Pislikləri duz sörəklə kəsək ataq. Yeyə-içək, dərd qəmi dağıdaq. O mülkün yerində elə bir imarət qaldıraraq ki, mahalda tayı bərabəri olmaz. Biz bilirik, Ələzoğunun o cığalısından savayı da istəklin var sənin. Toyun da bu qoca Rəhimin boynuna. Sənin bədini gətirməyək dilimizə. Adını qıllı qoyduğun qeybalı da səninki olar, yoldaş Səməd. Adını pilli qoyduğun səninki olar. Bu zəmanədə raykomun təhkimçilərindən heç biri sahə filan gəzmir, ay oğul. Gedək əyləş evimin döründə hamılıqla qulluğunda duraq. Nə işin var axı təftişin yanında ki, qulağın da belə söz eşidə. Adını Bayşevik qoyub cibində Revkomun yadigar naqanını da gəzdirir. Bu yandan da gecə-gündüz Xızır abı ilə çürüklə bıçaq-bıçdadır. Onların o elmi hara, cibi naqanlı Bayşevik hara. Görürsənmi nə tər iküzlü adamdır bu yekə. Naqan zamanı gəlib yenə. Dünya çaxnaşır deyir, hədəliyir bizi. Səni indi öz tərəfinə çəkməkdən ötürüdür bu hərbə zorbası. İnan, qeybalı da o bir tərəfdən qoluna toxunurdu. Vallah, bizdən savayı heç kəsdən xoş üz görməyəcəksən, ay Səməd. Gül kimi təklif eləyirik sənə, gedək bizlə. Təftişin əlində tənək çubuğu vıyıldayıb kəlin belində şappıldadı. Aparın, aparın. Böyüyü sizlə əlbir olubsa, kiçiyi niyə olmasın? Səməd ödündü. Sultanın, hökümdarın da bunlarla oturdu, durdu. Rumka döyüşdürdü. Axırda da başına elə iş gəldi. Get, sən də get bunlarla. Araba eyni yumşaq taqqıltılarla aralandı. Çal bığ dövrəsində qızaran enli sifət qabağa keçib, çaxçuğun qara məxmər üzünü xatırlada, məxmər ipək yumşaqlığı ilə yenə nə isə deyib danışmağa başladı. Səməd isə taqqıltılı arabanın dalınca baxa-baxa alçaq, boz binalar boyunca uzaqlaşan qatar tıqqıltıları eşitdi. Ağdaş binanın ikinci mərtəbəsində üfüqün parıltısına bürünmüş samavarın yanında qırmızı qıymaçalı, qırmızı xalatlı məhrəm el qızını, sonra küçəyə süzmüş balkonda zili üstündə sərili uca şəxsi
şəxsiyyəti və o şəxsiyyətə dediyi uca sözləri xatırladı. Bezobraziya bu şaxılmış günəş altında da ardınca düşmüşdüsə, Müslümün təkidlə dediyi təhlükə labiddüsə, məhrəm el qızının özü, uşağı ilə birlikdə Sultan Əmirinin xoşbəxtliyi illüziya deyilmi? Bəs bu mahnılı qoca ilə bu sevinç, bu xoşbəxtlik nədir? Doğrudanmı bu da illüziyadır? Birdən hayqırıb arabanın dalınca dayan deyəndə öz səsindən Səməd özü təəccübləndi. Ömründə bir dəfə də bu cür heybətli qışqırmamışdı. Sahənin kənarında təftişlə üz-üzə gələnə qədər sifətinə elə bir kənardan qord oldu. Hələ şüşəlidə Səmədə elə gəlirdi ki, işdən sonra Əlləzoğlunun evinə gedəndə Müslümün, Hənifə arvadın şahidliyi ilə ürəyini köksündən çıxarıb Gülgəzin qarşısında açacaq. Yəni necə düşünürsə, nə hiss edirsə, hamısını səmimi sözlərlə danışacaq, sonra bəlkə hətta qonşulardan da çağırıb onların gözləri qarşısında bir daha hər şeyi təkrar edəcək. Bu qətiyyəti Müslüm lap astadan ehtiyatla dediyi 5-10 kəlmə ilə sındırdı. Gecə gedərik. Günün gün ortasında yaxşı deyil, ay Səməd. Qonşu nədir? Səbrin çatmasa axşamüstü gedərik. Axşama elə bir insan ömrü qədər vaxt vardı. Təftiş olan qalan səbri vurub dağıtdı və Səməd elə bu saat bu anlaşılmaz qocanın Sultan əmiyə o cür alayarımçıq, küskün dost münasibətinin cavabını verib, ləngimədən kəndə getmək qərarına gəldi. Təftişə çatanda hiddətdən gözləri oynurdu. Mənlə niyə elə danışdın sən, ay kişi? Bən nətər danışmalıydım? Təhqirini başa düşmürəm. Nə özümü layiq bilirəm o sözlərə, nə əmimi, nə də o bədbəxt zənəni. Necə yəni əl bir olub o murdarlarla? Sən yəqin bilməlisən ki, orada əmmə qurğu qurublar. Əmmim təmiz adamdır. Kimin təmiz, kimin murdar olduğunu ayıranmamısınız siz əmirlər. Ömrünüz boyu özünüzü aldadırsınız. Nə? Əmirlər? Yəni hamımız? Hamınız. Sualıma cavab ver. De görüm ad-sanı dünyanı götürən Comərdin o qədər dəstə-dəstə, biri-birindən igid qaçaqlar ola, o qədər fədaisi ola, niyə bada verdi o tay bu tay bilirsənmi? Bilmirsən. Comərd inanırmış ki, qarı düşməni dost eləyər. Dəli alı niyə getdi Nikolayın çəkisinə? Niyə aldı onun qızılını? Çünki sənin o Comərdin təki bu dəli də heyvanatı insan eləmək istəyirdi. Hamınız belə Şah Sultan görkəmində qızqırmış xəmir təki şeysiz. Nə çörək bişirmək olar, nə də it yalağına tökmək olar. Bildinmi? Qandın mı? Ay qandın ha. De görüm mədədin mülkü niyə yandı? Yandıranlar elə şeyləri yaxşı bacarırlar Abbas əmi. Ay hə, çünki loşsunuz siz hamınız deyirəm, loş mağmın. Oturmuşdum orada quyunun diktirində. O yassır agentin xirtlərindən yapışıb geri itələyənməzdi. Mən bilirsən neyniyərdim onu? Yabaslı taxıb tullayardım çəpərin o tərəfinə. Getmişəm ora, balnisiyaya soruşuram, de görüm nə qazanır ha, heyvan. Deyir sizin o dəlinizi qovmalıyam mən buralardan. Niyə? Çünki deyir dəlinizin gözü əmisinin arvadındadır hələ də. Yalan deyir. Çamadanı niyə əllərdə gəzir? Hökumət xərc çəkib sənə, savadına, biliyinə qiymət verib, qırmızı diplom qoyub cibinə. Bən niyə ayaq altdan tapılır diplomun? Partiya işçisi yazılıb ora. Nəfəsini cilovlayanmayan, ayağını hara atdığını bilməyən adamdan partiya işçisi çıxar. Hə, səsin batdı. Mənlə niyə elə danışdın sən, ay kişi? Allahına şükür elə ki, hələ danışıram. Bilirsənmi necə gözlürdük yolunu? Səməd demirdik biz sənə burada. Mədədimiz deyirdi. Barmaq hesabı hesablayırdı. 2 ay qalıb mədədimizin gəlməyinə, 1 ay qalıb. Deyirdik gəlib qudaları iş başında görən kimi əmisini dara çəkəcək. Gözünün içinə deyəcək, cəmatı çörəyə möhtac qoyubsan. Sonra da mərd, müdrik oğul kimi sinəsini gəlib bezobraziya köpək uşağının qabağına hasar çəkəcək. Budur, gəldi mədədimiz. Gəldi ki, zincirləmə olub düşsün yollara. Şəhərdə şəhəri çaxnaşdırsın, kənddə kəndi. Göbələk məmişin başını partlatsın. Göbələk də soyunub, alt paltarını qanlı görüb, qanlı tuman köynəkdə düşsün orta yola. Gecənin yarısında haray təpsin. Oyanın, ay qonaqlılar, ay kərpic kəsənlər, ay kətkənlilər. Görün dəliniz nə kökə salıb məni. Soruşurlar, niyə döydü səni? Deyir, necə niyə? Qızı sultana verdiyimə görə. Aydındırmı necə alabaydaq eləyibsən özünü? Çaxçu xalqın qızı şəhərə səsküy salıb, kənddə də kəndə küy salıb ki, bu 4 ayda qız gecə-gündüz Səmədi gözləyib. Qudalı zamanları qapı-qapı düşüb, mal sata-sata hər yerdə deyirlər, dəli Səməd gəlib əmisinin arvadını götürsün, qaçsın. Xalqın arvadı Batseba da bu yanda pambığın arasında açıb gül ağzına. Güya manqal deyilmiş yana, Sultan əmirinin eviymiş. Arvadı kişini yuxuya verib, qapını bağlayıb od vurubmuş ki, əri yansın, özü də qoşulsun, qaçsın. 100-dən birini deyirəm sənə. Əmin qurbanı öz dili ilə tapşırıb ki, kənardan göz qoy Səmədə. Mən Bakıdan qayıdanacan bir xata çıxartmasın. Öz dili ilə tapşırıb. Başa düşürsənmi nədir bu? O qızartdaq darvazanın qabağından keçəndə qurban görüb milisioner dayanıb orada. Soruşub ki, burada neynirsən? Milisioner deyib,
Nəçənik Gülenov əmr elədi ki, get Sultan Mamedoviçin arvadına keşicə. Dəli Səməd rayonundan gedənəcə posta durmalıyam burada. Qurban qov milisioneri, bu heç. Oradan gedib Gülenovun üstə əsib coşub, bu da heç. Sən gör Gülenov nə deyib? Sultan Mamedoviçin şəxsi xahişidir, kişinin namusunu qoruyuruq biz. Bildinmi nə yerdədir iş? 200-lü nədir? 1000-üzlü alabaydaq da əmin. Orada qurbana elə deyəndən sonra Gülenov gəlib burada şüşəli pavilyonun qabağına car çəkib ki, xəbərdarlıq edirəm, ay cəmaət. Əgər hamlıqla nəzarət eləməsəniz, adınızı batıracaq o dəli. Bildinmi necə gəlib mədədimiz? Belə gəlməkdə heç gəlməyəydin, ölüb qalaydın da Bakıda. Təftiş Abbasın töhmətindən, danlağından utanmaq, qızarmaq əvəzinə hələ bir şeşələnirsən də. Mənlə niyə belə danışdın sən ay kişi? Öləydi kişi, mədənin yurtusunu belə görənəcən. Demə eşq dəlisiymiş mədədin yurtusu. Diplom nəyinə gərəkdir eşq dəlisini? A, bu düz demir. Mənim qəti fikrimdir ki, sən qırmalısan bu murdarların hamısını. Gedib kişi kimi türməni çəkməlisən, ya da güllələnməlisən. O deyir, bax Saşanız. A, bu deyir, gecənin bir vaxtı oyadıb Bayıl türməsi ilə nəçəyniyini, müavini filanı ki, Qazağın Buğanlı kəndində 6 kişi saxlayırsınız. Silissiz filansız gətirin görüb nə yazıb cinayət qaldıran prokuror. Deyiblər bir tikə kağız da yoxdur. General Atakişiyev deyib basın bunları. Ayrı-ayrı kameralarda saxlayın çürüyənəcə. Biz də çürüdürük bədbəxtləri. Astırıb qapıları buraxdırıb hamısını. Üstəlik aparıb evində qonaqlıq verib. Ciblərinə pul qoyub göndərib evlərinə. Budur bax Ulubağlar kökü. Abunun sultanın dediyi təki deyil. Qocanın gözlərində şimşək çaxdı. Mənim pəhləvan oğlum bir toyuq başı da kəsəmir. Tərifli əminlə abı xarab eləyiblər oğlumun başını. Get ondan danışsan. Barış murdarlardan. Səməd cərgə arası arxın qırağına çöküb, yaşıl qozalarla dolu pambıq kolların dibində hərəkətsiz oturmuşdu. Bayaqki heybətli qışqırtıdan sonra ürəyin necə vururdusa, nəbzini barmaqlarının ucunda hiss edirdi. Arx içinin çat-çat gilli torpağına dikilmiş gözlərində qırpım-qırpım zoqqultular vardı. Tuflilərdə ayaqlarının pəncələri də zoqqultuyurdu. Yəqin elə canındakı bu zoqqultulara görə də Səməd əvvəlcə çox üzgün dilləndi. Mən əbləh də məhəbbət umurdum səndən. Sonra birdən səsi çıldırdı. Sən tanımırsan məni, tanımırsan. Təftiş duruxub çaşan kimi olub təəccüblə soruşdu ki, necə yəni tanımırsan? Bu əlimin içində böyüyübsənmi? İndiki əməllərin göz qabağında deyilmi? Yox. Nə sənin əlinin içində böyümüşəm mən, nə qılınc qurbanı, nə də Sultan Əmirinin əlinin içində. Öz içimdə böyümüşəm mən, öz içimdə. Səməd yenə qışqırdı. Az qalırdı hönkürsün. Elə qışqıra-qışqıra da ayağa qalxdı. Sahədə dərin sükut vardı. Arabaya pambıqla dolu xaşa, kisə, çuval qaldıran cavanlar, kilimlərin, çətənlərin üstündə sərilən pambığı çevirən, əlləri yabalı qocalar, cərgələrin aralarında döşləri önlüklü qaraltılar, hamısı əl saxlayıb dirək-dirək dayanıb bu yana, Səmədlə təftişə doğru boylanırdı. Amma Səməd səsini qısmadı. Eşq dəlisi deyiləm mən, insan dəlisiyəm. Bu torpağın, bu yurdun dəlisiyəm. Ömürlərini bu yurda həsr eləyən, xoşbəxtliklərini bu yurda qurban verən Mədəd Əmirinin, Sultan Əmirinin dəlisiyəm. Əlləzoğlunun qızı da qurban olsun Sultan Əmirliyə. Mənim eşqim varsa, o da qurban olsun. Özüm də qurban olum Sultan Əmirliyə. Cəmaətin rəzilliyi məgər Sultan Əmirlidəndir, yoxsa Stalinin, Mir Qəzəb, Mir Cəfər Bağırovun yaratdığı bezobraziya sistemindəndir? Dağılmalıdır bu cəllatlar sistemi, məhv olmalıdır. Sultan Əmirli, Qılınc Qurban, Təftiş Abbas kimi el təəssübkeşlərinin əl qolları açılmalıdır. Sədr Mədədin ürək dostuna, 20 ilin təftiş komissiyonu sədrinə yaraşarmı ki, düşmən sözünə uyub, Sultan Əmirinin özü ilə yetirməsinin namusuna, qeyrətinə şübhə eləsin? Qurban əmi özü deyir ki, narahatdır mən sarıdan, dalımca gəzir. Ola bilər ki, əmim də tapşırıb. Çünki Bezobraziyinin dib ocağına göndərib məni, vəhşilər içinə. Necə olub? Kim inandırıb səni ki, 200-lüdür, 1000-üzlüdür? Mənə inanmır. O dərəcədə alçaq sayır məni ki, hətta aramızda bu hadisəni törədənlərin ən qəddarından xahiş eləyib, milisioner qoyub darvazasına. Məyər aydın deyil ki, Bezobraziyanın növbəti qurğusudur bu? Mənə münasibətini, etibarını, məhəbbətini küçədə nümayiş elətdirdi Sultan Əmirli. Qoluna girdim, qol-qola, çiyin-çiyinə yerdim əmimlə. Gözləri kəllələrinə çıxdı. Sonra açıq söhbət oldu əmimlə aramızda. Mərd-mərdanə, kişi söhbəti. Üstəlik ötən gecə Bakıda doldu. Müslüm şahiddir. O teleqramın vaxtındakı kimi Bezobraziya yenə 2 qat olur Sultan Əmirinin qabağında. Yenə kişi-kişi deyirlər. Sultan Əmirinin üzü o yana dönəndə isə öz iyrənc təbiətlərinə uyğun hərəkət edirlər. Mənim namusuma, qeyrətimə nə dəxli var bunun?
Abbas əmi, danış da, Saşa Babayevə tay tutma məni. O qədər iş görən oğul bir nəfərə də güllə atmamışdı. Mən isə hazıram dünyanı qana batırım. Abu qoymur. Əmim özü, heç biri aman vermir mənə əl tərpədim. Yoldaş cibi naqanlı Bayşevik. Ruhən sənə daha yaxınam mən. Mədədimiz demə, mədəd ola bilmərəm. Səmədəm mən. Səməd kimi də tanıyacaqsan məni. Tanıyacaqsan. Qurban əmi də Məcnun dedi. Belə görürəm, yəqin bütün kənd eşq dəlisi sayır məni. Eşidin, ay camaat, ay el oğullarım, el qızlarım. Düşmən qurğu qurub Sultan Əmirinin uca adına ləkə yaxmaq istəyir. İndi də başqa cür qurğular qurur. Hər dəqiqə bir söz dəyir qulağıma. Bakıdan əmim arvadını götürüb qaçmağa gəlmişəm. O qədər murdaram ki, hətta ata əvəzi əmimin özü də inanmır mənə. Bir tərəfdən qılınc Qurbana tapşırıb ki, göz qoysun mənə. O biri tərəfdən milisiyaya müraciət edib, üçüncü tərəfdən də Gülenov car çəkib ki, siz də nəzarət eləyəsiniz. Eşidin, bilin, görün necə eşq dəlisiyəm mən. Mən dəqiq bilmirəm nə vaxt yaranıb bu düşmənçilik. Qandan qana keçir, nəsildən nəslə keçir bu düşmənçilik. Qudalı uşaqları Sultan Əmirinin maşının təkərinə yaba soxurlar. Darvazasını murdarlayırlar. Mən yəqin bilirəm ki, o məhlədə çörək yeyəndə də Sultan Əmirliyə kinləri ilə qarışdırıb yeyirlər. Su içəndə də Sultan Əmirliyə kinləri ilə qarışıq içirlər. Yatanda yuxuda da Sultan Əmirini görürlər. Harda bir boz kitel bozaranda, qara çəkmə qaralanda o dəqiqə Sultan Əmirini görürlər. Yəqin bilirəm mən bunu, çünki özüm belə olmuşam. O məhəllənin itini, pişiyini görəndə də Çaxçox xalqı görmüşəm. Çaxçoxla yanaşı o məhəllənin hətta daşına, divarına da nifrət eləmişəm. Cib doldurmaqdan, qarın şişirtməkdən başqa o məhəllənin tək bir məqsədi var həyatda. O da eşalonlara basılan saysız hesabsız əqidəli adamlara məhv elədikləri kimi əmirliləri də məhv eləməkdən ibarətdir. Yəni bildiyiniz kimi Bezobraziya dövlətinin tapşırığı ilə işləyir o məhəllə. Xudiyev dəstəsinin fəal üzvü Çaxçox xalqın nələr törətdiyini yaxşı bilirsiniz. Mənim o məhəlləyə nifrətim Çaxçox xalqın əməlindən sonra 1-ə 100 artdı. 18 yaşımdan nifrətlə, kinlə nəfəs almışam. Kinlə yatıb, kinlə durmuşam. Ürəyimdə atamın tabutunu gəzdirmişəm. Beynimdə Çaxçox xalqın qara üzü ilə Gülenovun saxta Zakuçenesini gəzdirmişəm. İndi sizdən də, təftişdən də, özümdən də soruşuram. Necə eşq dəlisiyəm ki, heç bilmirəm bu 7 ildə bir kəlmə adam sözü demişəmmi o bədbəxt sənənə. Heç olmasa bircə dəfə sakit ürəklə, açıq başla oturub durmuşammı? Yükü tabut olan ürəkdə nə eşq, nə məhəbbət Abbas əmi. İndi qanıram. Bir dəfə də taleyini fikirləşməmişəm mən o bədbəxt sənənin. Gəlib onu həyatda görəndən sonra o müsibətin içində hər şeydən əvvəl əmmimin taleyini düşünmüşəm. Rayonun taleyini. Bunun qabağında görsən nə deyirsən mənə? Nəfsini cilovlayanmayan, ayağını hara atdığını bilməyən, çamadan, diplom, nəfs nədir Abbas əmi? Çamadan nədir, diplom nədir? Gəlib Sultan Əmirini Bezobraziyanın pəncəsində görəndən sonra diplom görünərdi mənim gözümə. Güya vurub baş partlatmışam, qana qəltan eləmişəm. Yalandır. Nə evində kobud rəftar elədi Əlləzoğlu ilə, nə də sonra. Əlləzoğlu özü başdan ayağa qan çanağıdır. Sinə yetsəniz görərsiniz özü əl-ayağıma ilişib. Özü, şuuru, yadımdadır ki, addımı atmağa da qoymurdu. Hədəliyirdi, qorxutmaq istəyirdi ki, çıxım gedim rayondan. Qısası bezdirmişdi, cana doydurmuşdu. Əlləzoğlunun mənlə rəftarı da, o cür qorxusuz, hürksüz, nöyüdü töküb kibrit çəkməyi də Bezobraziyanın əməlidir. Onların tapşırığıdır. Bəli, Abbas əmi, nəfsimi yox, Bezobraziyanın murdar nəfəsini duyanda hissimi cilovlayamıram mən. Cilovlamaq niyyətində də deyiləm. Bəraət üçün demirəm bunu. İstəyirəm inanasan ki, eşq dəlisi kimi getməmişdim mən Əlləzoğlunun evinə. Bax bu cibimdə portretin arasında böyük bir nəslin faciəsini gəzdirirəm mən. Bu nəslin Fəxri Sultan Əmirinin adına yaxılan ləkənin səbəbini öyrənməyə getmişdim Əlləzoğlunun evinə. Hələ nə əmmimi görmüşdüm o gecə, nə də Qurban əmini. Amma Bezobraziyanın fəallaşdığını duymuşdum. Buna görə də vurnuxurdum, o da közə vururdum özümü. Onda da, indi də Bezobraziyadır mənim ağlımdakı. Peyin kimi kürüyüb atmaq lazımdır bu murdarlara. Qərarı belədir Səməd Əmirinin. Bir məhkəmə Bakıda qurulub, biri də burada qurulmalıdır. Bayaq yolda da bu barədə fikirləşirdim. İndi də bircə fikrim, bircə qayğım var. O da Bezobraziyanı kürüyüb atmaqdan ibarətdir. Tanıdınmı məni Abbas əmi? Gəl danışaq. Bir dəfəlik və həmişəlik danışaq. Təhkimçi göndərilmişəm mən bura. İş görməyə gəlmişəm. Düşmən gündə bir qurğu qursa, Təftiş Abbasla düşmən sözündən sarsılıb gündə bir dəfə yaramın üstündən yara vursa, nə iş görə bilərəm mən burada? Nə mədədimiz də mənə, nə də bu qədər şübhə elə.
İnan mənə Abbas əmi, inan. Quş qanadla uçar deyiblər. Sənsən mənim qanadım. Qılınc Qurbandır, Xızır abıdır, Sultan Əmirlidir. Bayaq o mahnınla göyün 7-ci qatına qaldırdın sən məni. Arxa gördüm mən səni simanda. Dayaq gördüm, qanadlandım. Bolşevik gördüm. Yuxarıdakılardan bolşevik olan azdır. Son vaxtlar başa düşürəm, bəlkə də heç yoxdur. Ədalət qılıncı demisiniz həqiqi bolşevikə. Sən özün də ədalət qılıncısan. Mahnılı, eşqli, ədalətli mədədsən. Yaralı durnamsan. Körpəlikdən belə görmüşəm mən dövrəmdəki bolşevikləri, hümmətçiləri. Nə Stalin bolşevik olub, nə Bağırov, nə Beriya. Eşqli olmayıblar onlardan heç biri. Kinli düşmən olublar. Tanımamışıq. Sən belə eşqli, mahnılı ürəyin sahibi niyə sındırsın mənim qanadlarımı? Qalın, hündür sirkənliyin arxasından buruq-buruq, qatı toz duman qaldıra-qaldıra qeyri-adi sürətlə gələn Gruzovik Səmədin sözünü ağzında qoydu. Maşın gəlib uzaqda qaralan tək palıd ağacına doğru gedəndə zal tormozu necə basdısa, təkərlərdən tükürpədici cığıltılar qopdu. Zal tər içində işıldayan enli sifətini pəncərəyə tutub vahimə ilə bağırdı. Döyürlər, abunu ağaca bağlayıb döyürlər ki, biz də gedək məhlə milisionerlərini döyək. Hamımızı tutub damlasınlar. Özünüzü qoruyun, mən gedirəm ora, bəsdir, bu elə bircə məni tutsunlar. Siz gəlməyin, qarışmayın bu qurğuya. Tələdir, tələ.